Baxın müəllimlər, belə əsas yerləri həm rəngli üzərindən keçmişəm ki, asan olsun. Həmçinin belə əsas yerləri PDF-ə yığmışam. Bu gün sadəcə ilkin anlayışları keçəcəm, çünki didaktik prinsipləri də izah etmək istəyirəm. PDF-ə yerləşdirmişəm, amma gec olacaq. İstəyirəm sual-cavaba da vaxt ayrılsın, qalsın. Aha. Deməli müəllimlər, məktəbəqədər təhsil haqqında nələri bilməlisiniz? Əsas məqamları bu gün izah edəcəm sizin üçün. Məktəbəqədər təhsil bağça təhsilidir. Yəni bağça yaşlı uşaqları əhatə edir. Bu da ki, burada qeyd etdiyim kimi 1-6 yaşlı uşaqlar məktəbəqədərdə təhsil alır. 1-6-dır. Çox müəllimlər 2-5 qeyd edir, 3-6 qeyd edir, elə deyil. Bağça təhsili 1-6, 1 yaşından 6 yaşına qədər uşaqları əhatə edir. Və bağçada, yəni məktəbəqədərdə aparıcı fəaliyyət növü oyunlardır. Yəni sırf ümumi 1-6 yaşlı uşaq üçün aparıcı fəaliyyət hansıdır? Oyunlar. Yəni uşaqların tələbini, ehtiyacını qarşılayan oyunlardır. Sırf onların tələbatını biz oyunlar vasitəsilə ödəyirik deyə məhz aparıcı fəaliyyət kimi məktəbəqədər dövrdə oyunlar hesab edilir. Daha sonra bağça haqqında mən məlumat əldə etmək istəsəm, Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddə, neçənci hissə, neçənci bəndən öz tutmalıyam? Burada da gördüyünüz kimi işarə eləmişəm. 94-cü maddə, birinci hissə, birinci bənd. Yadınızda saxlayın. Yəni 94-1-1 belə əlaqələndirin istəsəz kiminsə ilindən yadınızda qalsın. 1-1 də asandır da. 94-ü tapandan sonra 1-1-i tapmaq asan olacaq. Sonra məktəbəqədər yaşlı uşaqlar dedik, hansı yaşa əhatə edir? 1-6. Daha sonra aparıcı fəaliyyət nədir? Oyunlar. Oyunlar vasitəsilə, baxın, aparıcı fəaliyyət nədir əziz müəllimlər? İnsanın həmin yaş dövrü üçün daha çox ehtiyacının tələbatını ödəyən fəaliyyət növüdür. Məsəl üçün, bağçada oyundursa, məktəbdə təlim fəaliyyətidir. Çünki uşaqlar görürsünüz, gedirlər, oxuyurlar, təhsil alırlar, yəni daha çox orada tapşırıqlar verilir, dərs çalışırlar, dərs öyrənirlər. Ona görə təlim orada aparıcı fəaliyyət. Böyüklərin həyatında aparıcı fəaliyyət nədir? Əmək fəaliyyəti. Görürsünüz, biz hər birimiz ehtiyacımızı və tələbatımızı ödəmək üçün işləyirik. Əlbəttə işləyirik. Çünki mən işləməsəm nə yemək ala bilmərəm, nə əynimə paltar ala bilmərəm, nə başqa ehtiyaclarımı qarşılaya bilmərəm. Düzdür? Görürsünüz, yəni çox vacibdir. Biz hər birimiz işləyirik ki, tələbatımızı, ehtiyacımızı həmin o fəaliyyət növündən qarşılayaq. Nədir aparıcı fəaliyyət? Əmək. Uşaqlarda nədir? Oyun. Çünki körpə uşaqlardır, 1-6 yaş körpədir. Və uşaqları oyun vasitəsilə biz ehtiyaclarını qarşılayırıq, tələbatını qarşılayırıq və hərtərəfli inkişaf elətdiririk. Daha sonra məktəbəqədər dövrün özü 2 yerə bölünür. Yəni məktəbəqədər 1-6 yaşdır, amma özü 2 dövrdən ibarətdir. Biri 1-3 yaş erkən inkişaf dövrü, ekranı bağlayıram. Aha, erkən inkişaf dövrüdür 1-3 yaş. Ona görə bu dövr sırf şuursuz mənimsəmə hesab edilir və erkən inkişafdır, erkən inkişaf. Digər dövrdə 3-6 yaş məktəbə hazırlıq dövrüdür. Məktəbə hazırlıq dövrü qrup deyil, bax qrup başqadır, onu birazdan izah edəcəm. Dövr dedikdə sırf 2 yaş qrupunun və yaxud 3 yaş qrupunun birləşməsidir. Məktəbəqədərdə 5 yaş qrupu var, birazdan onu aşağıda gördüyünüz kimi qeyd etmişəm və onlardan ikisinin birləşməsi erkən inkişafdır, yəni 1-2 və 2-3 yaş. Böyük inkişaf və yaxud məktəbə hazırlıq dövrü nədir? Hansı yaş qrupu əhatə edir? 3-4, 4-5, bir də 5-6. Yəni 3 yaş qrupunun birləşməsi də məktəbə hazırlıq dövrünü əhatə edir. Bunu da burada ətraflı qeyd etmişəm. Səhərsi günü imtahanda düşə bilər. MİQ imtahanda düşən suallardan biridir. Baxın, bunu bilirsinizsə, imtahanda düşsə belə bir sual, yəni onu asanlıqla yazacaqsınız. Məktəbəqədər dövrdə isə 1-6 götürürük. Baxın, 1-6. Məktəbə hazırlıq dövründə isə 3-6 yaş. Məktəbə hazırlıq qrupu da 5-6. Baxın, erkən inkişaf hansı yaş oldu? 1-3 yaş. Daha sonra məktəbəqədərdə 5 əsas qrup var. Düzdür, çox qrupalı bağçalar var. Məsəl üçün 7, 8, 9. Amma sırf əsas 5 yaş qrupudur. Bu da hansıdır? Birinci kiçik qrupdur. Hansı ki, burada məşğələnin müddəti 10 dəqiqədir. Baxın, burada ətraflı qeyd etmişəm qarşısından. Birinci kiçik qrup hansı yaşa əhatə edir? 1-2 yaşı. Məşğələnin müddəti nə qədərdir? 10 dəqiqə. Birinci kiçik qrup 1-2 yaş, məşğələnin müddəti 10 dəqiqə. İkinci kiçik qrup 2-3 yaş əhatə edir və məşğələnin müddəti 15 dəqiqədir. Orta qrup 3-4 yaşdır, məşğələnin müddəti 20 dəqiqə. Yəni, məşğələnin müddətinə diqqətlə baxsanız, görərsiniz ki, 5 dəqiqə artır. Yəni, 10 dəqiqəni yadda saxlayın, sonra da digər yaş qruplar üzrə 5-5 artırın. Birinci kiçik qrup. Yəni, ən az 10 dəqiqədir, maksimumda 30 dəqiqədir məşğələnin müddəti. Yaş qrupları 1-2 yaş, 2-3 yaş, 3-4, 4-5 və 5-6 yaşdan ibarətdir. Yəni 5 əsas yaş kateqoriyasına görə qrupumuz var. Əgər 7-8-9 qrupalı bağçadırsa, deməli bu qruplardan hansındansa 2 dənədir, 3 dənədir. Yaxşı, belə yadınızda saxlayın. Yəni 7-8 qrupalı bağçalarda fərqli yaş kateqoriyaları yoxdur. İndi maksimum belə qarışıq qruplar da olar, o öz yerində. Amma sırf əsas 5 yaş kateqoriyasıdır. 1-2 yaş, 2-3 yaş, 3-4 yaş orta qrupdur, 4-5 yaş böyük qrup hesab edilir.
5-6 yaşda məktəbə hazırlıq. Məktəbə hazırlığa böyük qrup demirik ya. Çünki böyük qrup var deyə bağçada. Biz tam konkret hansı yaş qrupundan bəhs etdiyimizi anlamaq üçün məktəbə hazırlıq qrupu 5-6-ya aid edirik. Böyük qrupda 4-5 yaş üçün qeyd olunur. Məşğələ müddəti yenə qeyd edirəm. 10 dəqiqə birinci kiçik qrupda, 15 dəqiqə ikinci kiçik qrupda, orta qrupda 20 dəqiqə, böyük qrupda 25 dəqiqə, məktəbə hazırlıq qrupunda isə 30 dəqiqədir. Bax, sual verəcəm birazdan. Deyəcəm ki, məktəbə qədər təhsildə neçə əsas yaş kateqoriyasına görə qrup var? Neçə qrup deyəcəksiniz? Baxın, burada da qeyd olunduğu kimi 5. Hansı yaşları əhatə edir? 1 yaşdan 6 yaşına qədər. Bəs qrupun özünü... Qoşula bilmirəm, nə edə bilirəm? 100 nəfərdir. Ona götürəndə necə götürürük? Birinci kiçik qrupa. Baxın, birinci kiçik qrup 1-2 yaş, ikinci kiçik qrup 2-3 yaş, orta qrup 3-4 yaş əhatə edir. Böyük qrup 4-5 yaşı, məktəbə hazırlıq qrupu da 5-6. Yadımızda saxlayaq ki, uşaqların məktəbə hazırlığı hansı yaşdan etibarən zəruri, vacib hesab edilir? 5 yaşdan. 5 yaşına çatmış uşaqların məktəbə hazırlığı vacib və zəruridir. Ona görə məktəbə hazırlıq qrupu da 5-6 yaşı əhatə edir. Müddətini də burada vurğulamışam. Daha sonra qarışıq qruplar əziz müəllimlər. Qarışıq qrup 2 qarışıq qrupumuz ola bilər. 1-3 yaşı birləşdirib bir qarışıq qrup yaradırıq. 1 yaşdan 3 yaşa baxın. Birinci və ikinci kiçik qrupu birləşdirirəm. Bir qarışıq qrup yaradıram. Orta, böyük və məktəb hazırlıq qrupunu da birləşdirib ikinci qarışıq qrupu yaradıram. Düzdür, bu qədər. Yəni, sadədir, elementar, çətin bir şey deyil. Əslində, yaş qruplarını bilirsinizsə, qarışıq qrupu da asanlıqla tapa biləcəksiniz. Yəni, erkən inkişafı birləşdirib bir qrup yaradırıq. Məktəbə hazırlıq dövründə birləşdirib ikinci qarışıq qrupumuzu yaradırıq. Qruplar üzrə uşaqların sayı nə qədərdir? Birinci kiçik qrupda və ikinci kiçik qrupda 15 uşaqdır. Yəni, normativ budur. 15 uşaq olmalıdır bir qrupda. Baxın, normadır. Mən 20-30 uşağı birinci və ikinci kiçik qrupa yerləşdirə bilmərəm. Normanı pozuram. Görürsünüz, hər bir şeyin normativi var. Burada da eynən elədir. Birinci kiçik qrupda da 15 uşaqdır. İkinci kiçik qrupda da 15 uşaqdır. Bəs orta, böyük və məktəb hazırlıq qrupunda neçədir? Burada gördüyünüz kimi. Deməli, erkən inkişaf dövründə qrupda 15 uşaq olmalıdır. Məktəbə hazırlıq dövründə də, yəni qruplar ayrı-ayrı verilibdir. Neçə uşaqdır? 20 uşaq düşür qrup başına. Qarışıq qrup olanda isə 5 azaldırıq. Yəni, misal üçün, burada gördünüz, birinci kiçik qrupda da 15-dir, ikinci kiçik qrupda da 15-dir. Qarışıq qrupu yaradan kimi nə qədər oldu? Baxın, 10 uşaq. Və yaxud orta qrup, böyük və məktəb hazırlıqda 20 uşaqdır, düzdür? 5 azaldı, 15. Baxın, ayrı-ayrılıqda əgər 15-dirsə, birləşdirəndə qrupu 5 azalır. Bax, yadınızda saxlayaq. Ayrı-ayrılıqda say daha çoxdur. Qrupu birləşdirəndə sayımız azalır, 5 azalır hər ikisində də. Erkən inkişafda 5 azalır, məktəbə hazırlıq dövründə də 5 azalır. Burada ətraflı vermişəm, bunları özünüz baxarsınız. Daha sonra burada maddələr verilibdir. Yəni, məktəbə qədər təhsili haqqında ilkin anlayışlar vurğulanır. Maddələri rəqəmlərlə öyrənməyə ehtiyac yoxdur. Əsas odur ki, baxın, mən terminləri qeyd etmişəm, tərifi də qabağındadır. Baxın, terminlər, məktəbə qədər təhsil nədir? Qarşısından tərifi, məktəbə qədər təhsil müəssisəsi, qarşısından tərifi, yenə dövlət standartı, qarşısından tərifi və bu şəkildə davam edir. Yəni, mən sizə sual verəndə ki, məktəbə qədər təhsil nədir? Mənə buradakı tərifi icazə desəz bəsdir. Əzbərə bunu öyrənin, yetərlidir. İndi mən sizə açıqlamalarını sadə dildə izah edəcəm. Deməli, müəllimlər, məktəbə qədər təhsil deyəndə bağça təhsili nəzərdə tutulur. Məktəbə qədər təhsil bağça təhsilidir və ilkin pillə hesab edilir. İlkin pillə nəyə görə deyirik, əziz müəllimlər? Çünki uşaqlar ilk dəfə təhsil almaq üçün bağçaya üst tutur. Ondan əvvəl heç bir yerdə təhsil almır. Ona görə bunu sanki bir növ pilləkən kimi təsəvvür edin. İlk bağçadır, ibtidai təhsil, yəni ümumi təhsildir, sonra kollec, universiteti və s. belə şəkildə davam edir. Görürsünüz, ilk qədəmini uşaq hara atır? İlk təhsil almaq üçün uşaq addımını hara atır? Bağçaya, yəni məktəbə qədərə. Ona görə bağça təhsili ilkin pillədir, təməldir. Deməli, məktəbə qədər təhsil dedikdə, bağça yaşlı uşaqlar, yəni məktəbə qədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi cəhətdən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Yəni, mən məktəbə qədər təhsillə, müəllimlər, səslərə zəhmət olmasa, bağlayıram səsi, kim atsa bircə saniyə. Deməli, məktəbə qədər təhsillə təlimi necə ayırd edirik? Və yadınızda saxlayın, təhsil daha geniş anlayışdır. Və biz təhsillə təlimi necə ayırd edəcəyik? Təhsildə intellektual, fiziki və mənəvi sözlər var. Baxın, intellektual, fiziki və mənəvi. İntellektual nədir? Uşağın zehni cəhətdən inkişaf olunması. Yəni, diqqətidir, hafizəsidir, təfəkkürüdür, təxəyyülüdür, nitq inkişafıdır. Bax, sırf uşağın zehni cəhətdən inkişafı intellektualdır. Fiziki dedikdə, fiziki hazırlıq nədir?
Uşağın böyük kiçik və sensomotor bacarıqlarını inkişaf elətdiririk. Sırf fiziki hazırlığa əzələlərin inkişafıdır, bədən quruluşunun formalaşdırılmasıdır. Bunu da belə əlaqələndirin, yadınızda saxlayın. Mənəvi də uşaqları belə deyim, vətənpərvərliyi formalaşdırırıq, onda dəyərləri inkişaf elətdiririk, formalaşdırırıq, tərbiyə edirik uşağı. Bax, o da mənəvidə aid ediləcək. İlkin bilik, bacarıq və vərdişləri. Niyə ilkin bilik, bacarıq, vərdişdir? Çünki ilk dəfə uşaq təhsili harda alacaq? Bağçada və biz ona görə ilkin bilik, bacarıq ötürürük uşaqlara, ilkin təsəvvürlər yaradırıq onlarda, ilkin məlumatları ötürürük. Bu da oldu məktəbəqədər təhsilin tərifi. Sonra məktəbəqədər təhsil müəssisəsi. Müəssisə nədir? Müəssisə yəni infrastrukturdur, hansı ki, binadır. Bax, bağçanın binası, həyətyanı sahəsi məktəbəqədər təhsil müəssisəsi hesab edilir. Mən uşaqları inkişaf elətdirmək üçün gedib evlərində inkişaf elətdirəsi deyiləm ki, düzdür, mənim vaxtım da yetməz ona. Ona görə dövlət bizim üçün bu müəssisəni yaradır və deyir ki, get, sən mənim tələblərimi orada reallaşdır. Yəni mən sənə tələb verirəm standart. Onu harda reallaşdıracaqsan? Bu müəssisədə. Əslində bu inkişaf etdirici təhsil müəssisəsi var. İnkişaf etdirici mühitdir, dəstəkləyici mühitdir. Hansı ki, bizə dəstək olur, onun vasitəsilə biz uşaqları inkişaf elətdiririk. Hansı istiqamətlərdə inkişafımız reallaşır bu müəssisədə? Yenə intellektual, yenə fiziki, yenə mənəvi. Baxın, elə burada da qeyd olunur. Yəni, uşaqların təlim-tərbiyəsi ilə məşğul oluruq, onların nəqli, fiziki, mənəvi cəhətdən inkişafını həmin o müəssisədə reallaşdırırıq. Yəni, bilik, bacarıq təhsilə aid idi. Uşaqlarda intellektual, fiziki, mənəvi inkişafı reallaşdırırıq, onlarda ilkin təsəvvürləri formalaşdırırıq və s. Bu təhsildir. Amma müəssisə dedikdə bu sırf infrastruktur, yəni bina və onun həyətyanı sahəsi, hansı ki, bizə dəstək olur, biz orada uşağın inkişafını reallaşdırırıq. Bax, bunu da belə yadınızda saxlayın. Sonra məktəbəqədər təhsildə dövlət standartı. Dövlət standartı nədir? Dövlət standartı əslində tələbdir. Bizə verdiyi minimal tələb. Və nəyə görə deyirik dövlət standartı minimum tələbdir? Çünki dövlətin tələbi minimumdur. Yəni mən ondan aşağısını, ondan alt bir bacarıq formalaşdıra bilmərəm. Əgər dövlət deyirsə ki, sən birinci kiçik qrupun sonuna uşaqlarda qaşıq və fincandan istifadə etmə vərdişlərini formalaşdırmalısan, bəli, mən onu formalaşdırmalıyam. Ondan aşağısı olmaz. Yəni eləcə qaşığı uşaq öyrənsin, ondan istifadə etsin, yetərlidir. Bu cür yanaşmada ola bilmərəm. Yəni minimum tələb bu demək deyil ki, bunu cazı et, bəhsindir. Deyir, ən azı bunu etməlisən. Baxın, imtahanda gedirsiniz, iştirak edirsiniz, düzdür hər biriniz. Deyir ki, minimum 30 bal yığmalısan. 30-dan aşağı yığsaz keçirsiniz, keçmirsiniz, düzdür? Bax, bu da elədir, elə təsəvvür edin. Yəni, minimum tələb deyəndə dövlət sizə ən azı bunu edəcəksən, bacarırsan, daha çoxunu et yanaşmasındadır. Daha sonra burada məktəbəqədər dövlət standartı deyəndə bir növ tələb yönümlü didaktik prinsipimizdən əlaqələndirin, yadınızda saxlayın. Elmi pedaqoji prinsiplər əsasında bir də normalar məcmusu dövlət standartında açar söz olacaq. Dövlət mənə normalar məcmusu verir, yəni normativ verir. Deyir, bax, norma budur, bunu reallaşdır. Və mən nə edirəm? İl ərzində çalışıram ki, bu dövlətin tələbini reallaşdırım. Normalar məcmusundan elmi pedaqoji prinsiplər, bir də ki, dövlət, cəmiyyət, ailə, fərddə ki, burada açar sözlərdir. Standart budur, sırf tələbdir. Mənə bir tələb verir, mən də onu reallaşdırıram. Daha sonra məktəbəqədər təhsildə differensiallaşdırma. Differensiallaşdırmanı ayrı mövzu kimi keçəcəyik, çünki geniş bir anlayışdır. Burada ilkin sadəcə sizdə təsəvvür yaradırıq yenə. Differensiallaşdırma dedikdə əziz müəllimlər, uşaqların fərdi və fərqli xüsusiyyətləri. Baxın, burada işarə eləmişəm. Uşaqların fərdi və fərqli xüsusiyyətlərinin nəzərə alınması. Yəni meyl marağıdır, təhsil tələbatıdır, ehtiyaclarıdır, daha sonra öyrənmə tərzidir, psixofizioloji xüsusiyyətləridir. Yəni hər bir uşaq bir-birindən fərqlənir. Hər kəs bir-birindən fərqlənir. Ailələr də müxtəlifdir, insanlar da müxtəlifdir, eşçilər də müxtəlifdir. Və biz müxtəlifliyi nəzərə almalıyıq. Baxın, differensial yanaşma müxtəlif metodlardan istifadə etmə, uşaqların öyrənmə tərzini nəzərə alma, uşaqların potensialını nəzərə alma, tapşırıq verəndə eyni tapşırıq olmaz. Baxın, differensial sözündə bircə dənə yerdə, yəni bir dənə istisnamız var ki, orada eyni sözü qeyd olunur. Qalan cümlədə eyni sözü görürsünüzsə, ümumi sözü görürsünüzsə, bilin ki, bu differensiallıq deyil. Yəni differensiallıqla bağlı bir testdə biz eyni ümumi sözünü götürə bilmərik differensiallığa aid edib. Yəni, çünki differensial yanaşma, fərdi yanaşma, müxtəlif metodlardan istifadə etmə, uşaqların hər birinə xüsusi yanaşma, xüsusi rəy vermə, xüsusi tapşırıq vermə. Bax, görürsünüz, bu şəkildə olar. Amma gördünüz, eyni metoddan istifadə etmədim ki, öyrənmə tərzlərini nəzərə aldım. Yəni, uşaqların hər birinin özünə məxsus öyrənmə tərzi var. Bundan da biraz məlumat verim. Normalda 4 cür öyrənmə tərzimiz var, əziz müəllimlər. Vizual, audial, kinestetik, bir də oxuyub yazaraq. Amma mən müdavimlərimə də qeyd edirəm ki, bağçada uşaqlar sadəcə məktəbə hazırlıq qrupunda, o da texnika ilə tanış olur. Yəni, yazı oxu texnikasından. Hələ o bacarıqlara yiyələnmir. Ona görə bu öyrənmə tərzini bağça üçün aid etmirik. Sırf məktəbə qədərdə ən vacib vizualdır, audialdır, bir də kinestetikdir. Vizual uşaqlar, yəni görərək, daha çox görərək öyrənir.
Mütləq ki, onlara 100 dəfə izah etməkdənsə bir dəfə göstərsəz daha effektiv olacaq. Audioal öyrənən uşaqlar eşidərək daha çox, yəni müzakirələrdə, sual-cavabda, izahda, nəql etmədə bu zaman çox fəal öyrənir. Və yaxud bax indi sizə video material göndərəcəm. Elə müəllim var ki, heç PDF-ə baxmır. Deyir müəllimə, video izahı dinləyirəm, indi gözəl başa düşürəm. Çünki o müəllimənin öyrənmə tərzi hansıdır? Audioal. Eşidərək daha yaxşı mənimsəyir. Kinestetik də ki, uşaqlar özləri, misal üçün, səhnələşdirmədir, oyunlardır, sujetli rollu oyunlardır. Daha sonra yenə qeyd edirəm, praktik əsaslı gedir, özü toxunur, özü incələyir, tədqiqat aparır. Yəni bu uşaqlarda sırf hərəkətli öyrənir. Baxın, kinestetik uşaqlar hərəkətli. Yəni bu uşaqlar oturaqlığı sevmir. Kimsə gətirsin hazır məlumatı qarşısına qoysun, kimsə izah etsin. Bu cür yanaşmaya qarşıdır. Bilirəm, girə bilmirsiniz müəllimləri, heç nə edə bilmirəm. Aha, deməli, nə edirik burada? Yəni yadınızda saxlayırıq. Bircə dənə istisna harda oldu? Differensiallaşdırmada ümumi təlim nəticəsinə, eyni təlim nəticəsinə aparıb çıxartmaq uşaqları. Yəni mənim məqsədim hər bir 1-2 yaşlı uşaq, yəni birinci kiçik qrupdakı uşaqların hər birini qaşıq və fincandan istifadə etməyə öyrətməkdir. Məqsədim eynidir. Bütün uşaqlar qaşıq və fincandan istifadə etsin. Amma o qaşıq və fincandan istifadə etməyi öyrədərkən müxtəlif metodlardan istifadə edirəm. Baxın, elə uşaq var, gəlib əlindən tutacam, öyrədəcəm. Eləsi var, sadəcə şəkillə göstərəcəm. Eləsi var, məsəl üçün izah edəcəm, özü rahatca götürüb bunu istifadə edəcək. Anlayırsınız? Yəni mən müxtəlif metodlardan istifadə edirəm. Hər bir uşağa differensial fərdi yanaşıram, fərdi yanaşma. Əslində differensiallaşma. Xüsusi tapşırıqlar verirəm. Elə uşağım var ki, güclü öyrənir. Eləsi var, zəifdir. İndi ikisinə də eyni tapşırıq versəm, haqsızlıq olmaz. Elə müəllim var ki, tez qavrayır. Bax, indi dərsi izah edəcəm, o qədər gözəl mənimsəyəcək, fəalda iştirak edəcək. Elə müəllim də var ki, gələ özü bir-iki dəfə baxar ki, onun yadında qala. Və mən nə etməliyəm? O zəif öyrənən müəllimə biraz asan sual verməliyəm ki, prosesdə fəal iştirak etsin, ruhdan düşməsin, özünə inam azalmasın. Aktiv öyrənən müəllimə də çətin sual da versin, onsuz da cavablayacaq. Çünki fəal şəkildə öyrənir və tez götürümü yaxşıdır, tez mənimsəyir. Differensiallığı nəzərə alıram, bəli. Amma yaxınlaşıb hər ikinizə də çətin suallar versəm, digər müəllimə ruhdan düşəcək, özünə inam azalacaq. Burada həm differensiallıq pozulur, həm də uşaq yönümlü yanaşma. Yəni differensiallığın açar sözü fərdi və fərqli xüsusiyyətlərin min maraqlı, yəni əsas fərdi və fərqli xüsusiyyətlərin nəzərə alınması. Bax elə ən əsas burada qeyd etdiyimdir. Uşaqların fərdi və fərqli xüsusiyyətlərin nəzərə alınması, yəni müxtəliflik nəzərə alınır mütəmadi olaraq. Sonra məktəbəqədər təhsildə qiymətləndirmə. Bu da bilirsiniz ki, mövzu kimi, yəni dəyərləndirmədir. Qiymətləndirmə dedikdə uşağın şəxsiyyəti heç bir halda qiymətləndirilmir. Bunu bütün dərslərimdə qeyd edirəm. Heç bir halda uşağın şəxsiyyəti qiymətləndirilmir. Yəni dövlət mənə çünki uşağın şəxsiyyətinə tələb qoymur. Deyir, şəxsiyyət formalaşdır. Əlbəttə şəxsiyyət formalaşdırmaqdır məqsədim. Təlimim şəxsiyyət formalaşmaya yönəlir, amma tələbini uşağın bilik və bacarıq səviyyəsinə qoyur. Bax, tələbini nəyə qoyur? Uşağın bilik və bacarıq səviyyəsinə. Deməli, mən uşağın biliyini və bacarığını eyni zamanda nailiyyətini dəyərləndirəcəm. Niyə burada nailiyyətə əlavə etdim? Çünki uşağa bilik ötürürəm, onu bacarığa çeviririk və sonda uşaq bir işi yerinə yetirməlidir. Düzdürmü? Yəni bir tapşırıq verirəm, uşaq da o işi yekunlaşdırmalıdır, nəyəsə nail olmalıdır. İstər gül şəklini çəkər, istər çəkməz. Əsas odur ki, mən ona tapşırığı verirəm və sonda yoxlayıram görüm çəkə bildimi gülü, yoxsa çəkə bilmədi. Axı bundan əvvəl mən gül haqqında məlumat vermişəm, izah etdim bütün xüsusiyyətlərini, məlumat verdim, birlikdə düzəltməyə çalışdıq, birlikdə çəkməyə çalışdıq və s. İndi fərdi tapşırıq verirəm ki, görüm o nöqtəsindən gəlir. Baxıram mən məlumat verdiyimin əksinə şəkil çəkir. Mən gül demişəm, gedib ağac çəkir. Mən gül demişəm, gedib alma çəkir və yaxud da çəkə bilmir. Eləsi də var ki, baxırsan bütün xırdalıqlar dediklərini yansıdır həmin o rəsmində. Bax, nailiyyət budur. Yəni işini tamamlayır. Niyə nailiyyət deyirik? İşini tamamlamalıdır. Baxın, təsəvvür edin, mən yemək hazırlayıram, bişirirəm. Hələ bişmə aşamasındadır. Hələ bişib bitmək var. Başlayıram inqrediyentləri əlavə etməyə və hazırlayıram. Gəlib bunun dadına baxırsınız. Hələ hazır deyil. Bilə bilərsiniz, məndə aşçılıq qabiliyyəti var və yaxud deyil. Hələ bişir, bəlkə sonda çox gözəl yemək çıxacaq və yaxud bəlkə sonda heç yaxşı olmayacaq, çox duzlu edəcəm, nəyəsə yaxşı olmayacaq. Düzdür, anlaya bilməzsiniz. Amma sonda hazır olanda gəlib dadına baxanda artıq biləcəksiniz dadını da. Yaxşı çıxsa deyəcəksiniz, haldır, nə gözəl bişirmisiniz müəllimə. Və yaxud deyəcəksiniz ki, başqa işə yönəlin, heç sizdə alınmır. Uşaq da elədir, o tapşırığı yerinə yetirir. Nəsə də düzəldir, nəsə çəkir, nəsə də bir tapşırığı yerinə yetirir və o işi tamamlamalıdır ki, tamamlasın. Nailiyyət tamamlamadır. İşini tamamlayır. Ona əsasında mən bilirəm ki, çox mesaj gəlir. Nə idi? Deməli, mən nə etməliyəm? Mən sonda işi tamamladıqdan sonra artıq yoxlayıram, görürəm ki, hə, məqsədimə çatdım və yaxud çatmadım. Əslində qiymətləndirmə var. Hardadır qiymətləndirməmiz? Bax, qiymətləndirməni aparmaqda əsas məqsəd nədir? Görüm hədəfimə, məqsədimə çatdım, çatmadım. Eşitmirsiniz səsimi? Eşidirik. Müəllim, o zaman sizdən qaynaqlanır. Onu heç nə də bilmirəm. Yəqin sizin internetdən.
Eşidilir müəllim. Hə, lap yaxşı. Səslərin də bağlayın zəhmət olmasa. Deməli nə edirəm? Baxın, qiymətləndirməni aparıram ki, axı mən dərsin əvvəlində məqsəd, yəni plan yazarkən məqsədlərimi müəyyən edirəm. İndi qiymətləndirməni də aparıram ki, sonda görüm həqiqətən məqsədimə çatdımı bu dərs? Yəni həqiqətən fəalmı təlim təşkil etdim? Uşaqlar aktiv şəkildə mi iştirak etdi, yoxsa ki, elə boşuna dərsi təşkil etmişəm, heç kim də heç nə öyrənmədi. Anlayırsınız? Yəni qiymətləndirmənin əsas məqsədi nədir? Hədəfə çatıb çatmadığımızı müəyyənləşdirmək. Mən telefon səsini, kimin səsini qaldırıram? Aha. Sonra deməli, nəyə diqqət yetiririk? Təlimə. Məktəbəqədər təlimdən təhsil. Bax dedim ki, təhsil daha ümumi, daha geniş anlayışdır. Təlimi də biz, yəni əslində bizim məşğələmizdir. Təlim nədir? Məşğələ. Təlimimizlə təhsili necə aid edəcəyik? Təhsildə intellektual fiziki, aha, intellektual fiziki və mənəvi sözü var təhsildə. Təlimdə isə mənimsənilmiş biliklərin gündəlik həyatda, bax gündəlik həyat burada açar sözdür. Bir də motivasiyanın formalaşdırılmasına yönəlmiş proses. Baxın, motivasiya ilə gündəlik həyatda sözü varsa, bilin ki, bu təlimdir. Niyə? İndi xüsusi izah edəcəm. Bircə saniyə mesajlarım dayanmır. Baxın, təlim yəni məşğələ nədir? Mən məşğələdə uşaqlara nəsə öyrədirəm. Düzdür, bir məlumat ötürürəm və onu uşağı tərbiyə edirəm, onu bacarığa çeviririk və s. Yəni mən əgər uşağa öyrədirəm ki, uşaqlar, baxın qələmi belə tutursan və şəkil çəkirsən, onu sadəcə bağçada istifadə etsin deyə öyrətmirəm ki, və yaxud əllərini sabunla yuma. Əllə sabunu yumağı nəyə görə öyrədirik? Gigiyenik vərdişdə formalaşdırır uşaqda. Demirəm ki, uşaqlar, sadəcə bağçada əlinizi yuyun, evə gedəndə sabundan istifadə etməyin. Demirik, düzdür? Əslində bunu öyrədirəm ki, evdə də əlini yusun, bir qonaq yerinə də gedəndə əlini, yəni əslində o gigiyenik vərdişi uşaqda formalaşdırıram ki, hər bir yerdə ehtiyac duyduğu zaman da, zəruriyyət olduğu halda getsin əllərini sabunla yusun. Görürsüz, gündəlik həyatda istifadə etsin o qazandığı bilik, bacarığı. Sadəcə bağçada deyil və yaxud sadəcə bilik olaraq qalmasın. Biri var, hə, uşaq bilir ki, əllərini sabunla yuyanda bütün mikroblar ölür. Elə bunda bilərəkdə qalır. Onlar belə. Biz onu öyrədirik ki, uşaq hər bir yerdə istifadə etsin və yaxud yol hərəkəti qaydalarını. Uşaqlara öyrədirəm, hər bir şeyini tanış edirəm. Demirəm ki, uşaqlar bax, əsas odur ki, bilin, amma svetoforla və yaxud yolu keçəndə heç svetofordan istifadə etməyin, elə gözü yumulu yolu keçin. Belə demirik ki, mən öyrədirəm və uşaq artıq yolu keçəndə bilir ki, hansı işıq yanında keçmək lazımdır, sağa sola baxmaq lazımdırmı və s. və ilahi. Görürsüz, qazandığı o bilik, bacarığı gündəlik həyatda istifadə edir. Şəxsiyyət yönümdə var, zəruri həyati bacarıqları formalaşdırıb. Bu da yəni, yəni mən zəruri, vacib o bacarıqları uşaqlara ötürüb formalaşdırıb öyrədirəm ki, o gündəlik həyatda onları istifadə etsin. Yəni ən vacib, o təməl belə deyim, onda formalaşdırmalı olduğumuz bacarıqları formalaşdırıram ki, gündəlik həyatda onları istifadə etsin. Yenə qeyd edirəm, bu əl yuma da ola bilər, bu hərfləri tanıma da ola bilər, bu sırf danışıq da ola bilər, nə olur olsun. Hər bir şey öyrədərkən məqsədim sırf bunları gündəlik həyatda, yəni ehtiyac duyduqda hər bir yerdə. Bax, mənlə də danışsın, yolda gedəndə valideynlərlə də danışsın, qohum yerinə qonaq gedəndə orada da danışsın. Görürsüz, nə zəhmət olsa qrup, amma yaza bilmirsiniz, eləmi? Qrupa yazardınız ki, limit dolub. Daha sonra deməli nəyə diqqət yetirək? Təlimi birlikdə. Təlimi necə fərqləndirik? Yenə qeyd edirəm. Təlim mənim məşğələmdir və hal-hazırda biz təlim təşkil etmişik. Sırf məşğələmizdir, məlumat ötürürük, uşaqlarda bilik, bacarıq, vərdişləri formalaşdırırıq. Yəni gündəlik həyatda da bunları necə istifadə etmək lazımdır, onu öyrədirik və motivasiyanı da formalaşdırırıq. Yəni bu prosesdən ibarətdir. Bir ilə bağlıdır, heç nə olmaz. Vaxtımız nə tez gedir. Aha. Sonra məktəbəqədər xüsusi təhsil müəssisəsi. Xüsusi təhsil müəssisəsi deyəndə, bax biraz öncə də müəssisə haqqında danışdıq. Məktəbəqədər təhsil müəssisəsi, bu da xüsusidir. Xüsusi, yəni sırf sim uşaqlar üçün nəzərdə tutulan. Yəni xüsusi qayğı ehtiyacı olan uşaqlar, məhdudiyyəti olan uşaqlar, bax özəl uşaqlar belə təsəvvür edin. Hansı ki, bilirsiniz də əslində inklüziv təhsildir ki, bu gün bütün uşaqlara bu sual MİQ imtahana aid yox. Hər ikisinə də, hər ikisinə də. MİQ onsuz da MİQ sertifikatçıdır, vahid çərçivədir də. Yəni ona görə narahat olmayın. Yəni öyrətdiyim bütün mövzular hər ikinizə də aid olacaq. Ona görə diqqətli dinləyin. Elə bu gün bax dərsdə hər bir şey öyrənəcəksiniz. Hələ sual-cavab məlumatı da möhkəmləndirəcəm. Nəyə diqqət yetirdik? Bax, bu xüsusi müəssisələrdə sırf həmin o peşəkarlar çalışır. Hansı ki, bu məhdudiyyət haqqında bütün xırdalıqları bilirlər və uşaqlarla necə çalışmaq lazımdır, onların o məhdudiyyətini necə korreksiya etmək lazımdır, o haqqda məlumatlıdırlar. Yəni bu özəl müəssisə sırf sim uşaqlar üçün nəzərdə tutulur, yadınızda saxlayın. Və yaxud indi inklüziv təhsil düzdür, uşaqları prosesə sövq edir bütün uşaqlara, amma məsələn dərəcələrinə baxır da, uşağın gözü zəifdirsə, əlbəttə mən onu təlimdə inkişaf elətdirə bilərəm. Öndə oturduraram, düzdür? Ön stolda oturduraram, məni görər. Amma uşaq ümumiyyətlə görmürsə, mən onu necə təlimdə inkişaf elətdirərəm? Alınmaz, düzdür? Və yaxud uşaq zəif eşidir. Onu suallarınızı sonra cavablayacağam. Uşaq nə edir? Zəif eşidir. Əlbəttə yenə öndə oturacağam, biraz da möhkəm danışacağam, eşidəcək məni. Amma ümumiyyətlə eşitmirsə, necə onu inkişaf elətdirə bilərəm?
və yaxud uşaq danışa bilmir. Biri var, misal üçün çəkələməsi var və s. əlbəttə ki, onu anlayacağam. Onu yavaş-yavaş fərdi iş planı əsasında da inkişaf elətdirəcəm. Bir də var ki, uşaq ümumiyyətlə danışmır. Necə inkişaf elətdirək o uşağı? Bax, həmin o uşaqların hər biri bu müəssisədə təhsil alır. Xüsusi təhsil müəssisəsində anladıq. Metodist metodiki rəhbərlik həyata keçirən şəxsdir. Hansı ki, hər bağçada yoxdur. Yəni çox qrupalı bağçalarda var. Metodist nə işə baxır? Tərbiyəçi müəllimə plan yazmaqda, sənət-sünət işlərində, yəni metodiki cəhətdən çətinlik çəkərkən tərbiyəçi müəllim üst tutur həmin bu metodistə. Amma təhsilin özünün də metodistləri var. Bax, illik planı normalda tərbiyəçi müəllim tək yazmalı deyil də. Ona metodist də kömək etməlidir, rəhbər də kömək etməlidir illik planı təşkil edən zaman. İndi müəssisədə, yəni mənim bağçamda əgər metodist yoxdursa, mən nə edim? Təhsilin özündə metodisti var, onu üst tutursunuz və yaxud indi özləri hazırlayırlar, elə müəssisələrə yollayırlar o illik planı və yenə qeyd edirəm, çətinliyiniz varsa üst tutursunuz metodistə. O da nə edir? Sizə yol iz göstərir. 6 üstü dedim. 6 qrupdan yuxarı. 6 qrupda yoxdur. Aha, mənə kömək edir, planımı təşkil edirəm, proqramlarımı yazıram və s. və uşaqlarını da inkişaf elətdirirəm. Yəni metodist ali təhsilli olmalıdır, mütləq ali təhsillidir. Yəni orta ixtisaslı şəxslər metodist vəzifəsində çalışa bilməz. Ali təhsillidir və tərbiyəçi müəllimə yol iz göstərir, planı yazmaqda metodiki cəhətdən hansısa bir çətinlik olduqda. Dayə nə işə baxır? Dayə uşaqların qulluğu və nəzarətini həyata keçirən şəxsdir. Yəni sırf məsəl üçün əyni dəyişdirməkdir. Uşaqları qəbul edən tərbiyəçi müəllim də vəzifə ondadır ki, uşaqları qəbul etsin və təhvil versin. Amma onların ayağını soyundurmaqda, əyni soyundurmaqda, əyni dəyişdirməkdir, yeməyini verməkdir və s. kimi işlərə, qulluğuna kim diqqət yetirir? Dayə. Bir də nəzarət etməlidir mənlə birlikdə əlbəttə ki. Defektolog uşaqların qeyd etdiyim kimi əqli və fiziki ləngimələri olan belə deyim, uşaqları korreksiya edən mütəxəssisdir. Defektolog nə işə baxır? Əqli, fizikidir. Əqli və fiziki nitq deyil, nitq loqopeddir. Defektolog sırf uşaqda əqli və fiziki cəhətdən hər hansı bir məhdudiyyət varsa, hər hansı bir problem varsa üst tuturuq defektoloqa və o mütəxəssis bu korreksiya işlərinə baxır. Bax, bunu da bildik. Sonra, inklüziv təhsil haqqında biraz öncə danışdıq. İnklüziv təhsil SIM uşaqları təhsilə cəlb edir. Yəni əslində bütün uşaqlar üçün təhsilin əlçatan olmasını təmin edir. Elə qısaca belə də deyə bilərsiniz tərifini. Yəni desəm ki, inklüziv təhsil nədir əziz müəllimlər? Deyəcəksiniz ki, bütün uşaqlar üçün təhsilin əlçatan olmasını təmin edir. Çünki yəni bütün uşaqların hüquqlarını bərpa edir. Yəni hər bir uşağın haqqıdır ki, təhsil alsın. Və SIM uşaqları təhsildən kənarda qalırdı. Görürsüz öz hüquqlarından istifadə edə bilmirdi. Amma inklüziv təhsil nə edir? Həmin o uşaqları təhsilə cəlb edir. Deyir, əgər sənin qrupuna SIM uşağı gəlirsə, tez inklüziv təhsili təşkil et. Tələb verir sənə, məcbur edir. Deyir, qrupuna SIM uşağı gəlirsə, mütləq inklüziv təhsili təşkil et. Yəni, inklüziv təhsil nədir? Bütün, heç nədən fərqli olmuyor. Bax, heç nəyə fərq qoymuruq. Nə potensialına, nə maddi təminatına, nə sağlamlığına, heç nəyə fərq qoymadan bütün uşaqların bircə təhsil almasını təmin edir. Hər bir uşağın. Deyir, sən zəif öyrənirsən, heç nə olmaz. Gəl, mən güclü öyrənirəm, mənlə birlikdə öyrən. Sən sağlamsan və yaxud məhdudiyyətin var, mən sağlamam. Fərqi yoxdur, gəl birlikdə təhsil alaq. Və yaxud sən imkanlısan, mən kasıbam. Heç nə olmaz. Gəl birlikdə təhsil alaq. Yəni deyir, fərq qoyma. Bütün uşaqlar onlar üçün bərabər şərait təşkil etməlisən, amma eyni zamanda da differensiallığı nəzərə almalısan. Bəli, edirəm video kaydı. Mesaj çox gəlir deyə dayanmır telefonu. Səssiz almışam, amma yenə diqqətimi yayındırır. Aha, daha sonra innovasiya. Bax, inklüziv təhsili bildik. Bütün uşaqlar üçün burada qeyd etmişəm. Baxın, bircə təhsil almaq hüququnu və bütün uşaqlar üçün təhsilin əlçatan olmasını təmin edən təhsil hansıdır? İnklüziv. Uşaq yönümlü təhsil daha genişdir. Amma ki, yenə qeyd edirəm, bütün uşaqları təhsilə cəlb edir, bütün uşaqların təhsil alma hüququnu bərpa edir. İnnovasiya yenilikdir. Yəni, sinonim kimi əlaqələndirin, yadınızda saxlayın. İnnovasiya nədir? Yenilik. Tədqiqatlar əsasında biz hər hansı bir yeniliklər edirik. Yəni, deyək ki, mən peşəmlə əlaqəli yeni metodlar öyrənirəm, kəşf edirəm, hər hansı bir vasitələr müəyyən edirəm və bunları istifadə edirəmsə, bu innovasiya adlanır. Yəni, əvvəlcə Azərbaycanda bu metod istifadə olunmayıb, nədir mənim bağçamda? Baxın, ola bilər ki, mənim bağçamda heç vaxt Montessori metodundan istifadə etməyiblər. Amma mən tədqiqat aparıram. Yəni, boş-boşuna elə belə bir ki, xüsusiyyətini öyrəndim, gedim bu təlimi təşkil edim. Xeyr, bütün xırdalıqları öyrənirəm. Yəni, bu təlim haqqında bütün xırdalıq, hər bir şey öyrəndikdən sonra bilirəm ki, artıq mən o təlimi təşkil edə bilərəm. Gedirəm o metodu tətbiq edirəm həmin o öz müəssisəmdə və mənim müəssisəm üçün bu yenilik olur, innovasiya olur. Elə metodlar var ki, hər bir yerdə istifadə olunur, amma Azərbaycanda yoxdur. Məsələn, başqa ölkələrdə
fəal şəkildə bu metodlardan istifadə edirlər. Amma Azərbaycanda mən bir ilk edirəm. Gedirəm, axtarıram, araşdırıram. Yəni tədqiqat nədir? Axtarıb araşdırma. Axtarıram, araşdırıram, tam dərinliyinə qədər öyrənirəm. Lazım olsa gedirəm, təlim də alıram və daha sonra gəlirəm, bunu Azərbaycanda istifadə edirəm. Və Azərbaycan üçün nə etmiş oldum? İnnovasiya etmiş oldum, yenilik etmiş oldum. Yəni bu yenilik hər hansı bir boyadan, geyimdən bəhs olmur. Sırf təhsil sahəsində, yəni öz peşənizlə bağlı nə edirsiniz? Yenilik edirsiniz, axtarırsınız, araşdırırsınız, yeni metodlar, uşaqların inkişafı üçün nələr lazımdırsa, o metodları öyrənirsiniz və yeniliyinizi də istifadə edirsiniz təhsildə. Sonra qanun nümayəndələr kimlərdir? Uşaqların hüquqlarını qoruyan şəxslər. Yəni əslində qanun nümayəndə normalda valideyndir. Ən vacib elə ən əsas valideyndir. Hər bir uşağın valideyni onun qanuni nümayəndəsidir. Hansı ki, onun hüquqlarını da qoruyur, onun maraqlarını da müdafiə edir. Baxın, hüquqlarını da qoruyur, maraqlarını da müdafiə edir. Uşağın başına nəsə gəlsə, ilk valideynə hesab veririk, düzdür? Əgər valideyn yoxdursa, o zaman qanuni nümayəndə, bu nənədir, babadır, xaladır, bibidir, bacı, qardaş kimdirsə, həmin o şəxslər qəyyumlar hesab edilir. Qəyyum da yoxdursa, o zaman övladlığa götürən şəxslər, yəni uşaq evində olur və orada gəlirlər, övladlığa götürürlər. Həmin o şəxslər qanun nümayəndə hesab edilir. Kimləri qeyd edəcəyik? Valideynlər, qəyyumlar, bir də övladlığa götürən şəxs. Qanuni nümayəndədir, yəni polisdir, hakimdir. Bunların adını çəkmirsiniz. Qanuni nümayəndə sırf uşağı təmsil edən şəxslər, təmsilçilər. Təmsil edən kimdir? Valideyndən başda, sonra qəyyumlardır. Qəyyum da yoxdursa, övladlığa götürən şəxslərdir. Sonra qısa müddətli təlim qrupları. Qısa müddətli təlim qrupları ödənişsiz olur və valideynlərin istəyi ilə yaradılır. Qısaldılmış gün rejimi əsasında təşkil edilir bu təlim qrupları və yaş kateqoriyası da açar sözdür. Yaş kateqoriyası valideynlərin və digər qanun nümayəndələrinin istəyi ilə yaradılır həmin bu qruplar qısaldılmış gün rejimi əsasında və uşaqların yenə hərtərəfli inkişafı üçün nəzərdə tutulan qruplardır. Uşaqlar burada birinci günün sadəcə birinci yarısı var da. Orada təhsil alırlar, sonra da evlərinə gedirlər. Nitq ləngimələri korreksiya edən kim oldu? Əqli fizikidirsə, əqli, yəni uşağın beynində, misal üçün, problem varsa, əqli geriliyi varsa və fiziki cəhətdən serebral iflisdirsə və s. Bunların korreksiyasına baxan mütəxəssis kimdir? Defektoloq. Amma uşağın nitqində, yəni kəkələməsi varsa, hər hansı bir hərfi tələffüz edə bilmirsə və s. bunu da korreksiya edən mütəxəssis kimdir və ali pedaqoji təhsilli mütəxəssisdir? Loqoped. Bir də ki, uşaqların psixi cəhətdən hər hansı bir, necə psixi, misal üçün, davranış pozuntusu varsa, psixoloji cəhətdən hər hansı bir sarsıntı alıbsa, travma alıbsa, baxırsınız ki, uşağı özünü sarsıntı alıb, özünə qapanıb, ünsiyyət qurmaq istəmir və yaxud davranışında fərqli bir pozuntular var, o zaman da mütləq ki, psixoloqla əməkdaşlıq etməlisiniz. Yəni, psixoloqun dəstəyi də burada vacibdir. Yəni, loqoped nə işə baxdı? Nitq ləngiməsi, defektoloq əqli və fiziki cəhətdən məhdudiyyət, psixoloq da psixoloji cəhətdən uşaqda hər hansı bir dəyişiklik hiss edirsinizsə, görürsünüz, uşaq hər zaman gülürdü, misal üçün, fəal iştirak edirdi, bu gün özünə qapanıb və yaxud uşağı davranış pozuntusu var, yəni tənzimləyə bilmirsiniz, çətinlik çəkirsiniz və s. kimi. O zaman kimdən məsləhət almaq lazımdır? Əlbəttə ki, psixoloqdan mütləq. Düzdür, bağçalarda hələ nə psixoloq, nə loqoped, nə defektoloq yoxdur, amma olmalıdır. Daha sonra, deməli, sağlamlıq imkanları məhdud olan uşaqlar, bu uşaqlar kimlərdir? Sağlamlıq imkanı məhdud olan uşaqlar əqli, fiziki və nitq ləngimələri olan uşaqlardır. Bax, biraz öncə qeyd etdiyik xüsusi təhsil müəssisəsi, orada bu uşaqlar təhsil alır. Uşağın əqli cəhətdən məhdudiyyəti varsa, ləngiməsi varsa, fiziki cəhətdən varsa, nitqində hər hansı bir məhdudiyyət varsa, bu uşaqlar necə uşaqlar adlanır? Sağlamlıq imkanları məhdud və yaxud xüsusi qayğıya ehtiyacı olan uşaq. SIM uşaqlarda qeyd olunur. Baxın, S-İ-M inisiallar götürülür, yəni sağlamlıq imkanları məhdud. S-İ-M, SIM uşaqları dedikdə bu uşaqlar və yaxud xüsusi qayğıya ehtiyacı olan uşaqlarda elə baş hərflər götürülür. Xüsusi, X-Q, qayğıya ehtiyac olan uşaqlar. X-Q, bu elədir. SIM-də ki, S-İ-M, SIM uşaqları. Daha sonra təhsil proqramı kurikulum. Kurikulum konseptual, burada da qeyd etmişəm, rəsmi dövlət sənədidir. Baxın, konseptual, yəni bir çox mövzuları özündə əks elətdirən bir sənəddir, rəsmi sənəddir, dövlət tərəfindən bizə verilir. Hər birinizdə də əslində olmalıdır. Yoxdursa göndərəcəm qrupa. 54 səhifəli PDF-dir bağçada. Bağçanınki fərqlidir, məktəbininki də fərqlidir. Müəyyən oxşarlıqlar var, amma əsasən məzmun baxımından çox fərqlər də var. Kurikulum dövlət tərəfindən bizə rəsmi bir sənəd olaraq verilir və deyir ki, sən metodiki cəhətdən işlərini bu sənəd əsasında təşkil et. Bax, sənəddən danışırıq ki, dövlət standartı, dövlət tələbi
Kurikulumdan götürürük. Kurikulumda görürük biz o tələbləri. Çünki dövlət bizə standart şəklində verir onu və mən artıq bilirəm ki, bu yaş qrupunda hansı tələbləri reallaşdıracağam, digər yaş qrupunda hansını. Bu yaş qrupunda uşaq hansı xüsusiyyətləri yiyələnməlidir, digər yaş qrupunda hansını. Yəni mən onların hər birini necə müəyyən edirəm? Və yaxud planlamanı. Planlamanı yenə kurikulumda əks olunur. Daha sonra qiymətləndirmədir. Qiymətləndirmə növləri yenə kurikulumda əks olunur. Baxıram hər birini və nə edirəm? Öyrənirəm və sonra da əlbəttə ki, tətbiq edirəm prosesdə. Anlayırsınız? Yəni bu kurikulumda inkişaf sahələridir, ümumi təlim nəticələridir, qiymətləndirmədir, planlaşdırmadır, səriştələrdir, bu strategiyalardır. Hər biri öz əksini harda tapır? Həmin bu konseptual dövlət tərəfindən bizə verilən rəsmi sənəddə. Burada da qeyd olunur, baxın. Hər biri inkişaf sahələri üzrə məzmun standartları, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi, monitorinqin aparılması özündə əks etdirən konseptual rəsmi dövlət sənədidir. Mənim zənclərim dayanmır. Aha, bax kurikulumu bildik. Sizə sual versəm ki, kurikulum rəsmi sənəddir yoxsa qeyri-rəsmi? Yəni formaldır yoxsa qeyri-formal? Formaldır. Yəni rəsmi sənəddir. Konseptual sənəddirmi? Bəli. Və yaxud deyəcəm ki, biz planlamanı, qiymətləndirməni və yaxud standartları hansı sənəd əsasında müəyyən edirik, öyrənirik? Kurikulum sayəsində. Kurikulum da dövlət tərəfindən bizə verilir və yol izı göstərilir. Əslində bizim üçün bir növ fasilitator rolunu daşıyır kurikulum. Daha sonra nəyə diqqət yetirək? İnteqrasiya. İnteqrasiya didaktiki prinsipdə izah edəcəm ətraflı. Amma əsas məqam yadında saxlayın ki, inteqrasiya əlaqə deməkdir. İnteqrasiya sözünün mənası əsas hissələrin birləşməsi, bütövləşməsi deməkdir. İnteqrasiya sözünün mənası əsas hissələrin birləşməsi, bütövləşməsi deməkdir. Amma biz onu təhsildə əlaqə kimi istifadə edirik. Yəni misal üçün mən uşaqlara hər hansı bir inkişaf sahəsi üzrə bilik ötürürəm, onu bacarığa çeviririk və s. Sonra digər inkişaf sahəsindən əlaqələndirirəm ki, möhkəmləndirəm. Bax, uşaqlara heyvanlar haqqında danışıram, məlumat ötürdüm. Sonra da onu möhkəmləndirmə xarakteri təhsil fəaliyyətindən möhkəmləndirirəm. Yəni uşaqlara rəsm çəksinlər, tapşırıq verirəm bu heyvanlarla bağlı və yaxud yapma fəaliyyətində hər hansı bir heyvan haqqında məlumat ötürdüm, onu yapmağı tapşırıram və yaxud onun hərəkətlərini təqlid etməyi və yaxud nağıl oxudum, sonra səhnələşdirməyi. Bu əlaqəni niyə yaradıram? Uşaqda o məlumatı möhkəmləndirmək üçün. Bax, nağılı danışdınız da, nağılı danışdınız. Əlbəttə dinlədi, müəyyən qədər anladı uşaq. İdraki inkişaf sahəsində bilirsiniz. Sonra mən səhnələşdirməyi niyə edirəm? Məqsədim nədir? Əlbəttə onu möhkəmləndirmək üçün. Yəni uşaq dinlədiyini tam yaxşı mənimsəsin, tam yaxşı onda möhkəmləndirim deyə səhnələşdiririk. Praktik əsaslı, yəni o kinestetik uşaqlar üçün daha əlverişlidir. Praktik əsaslıdır, o zaman uşaq daha yaxşı mənimsəyəcək. Ona görə bax bu inteqrasiya məlumatların daha yaxşı möhkəmləndirilməsi üçün, daha yaxşı mənimsənilməsi üçün aparılır. Yəni tərifidəki təlim məzmun komponentlərinin əlaqələndirilməsi deyə keçir. Sonra təlimin məzmunu nədir? Bunu da yəni qısaca yadınızda saxlayın ki, təlimimizin məzmunu uşaq şəxsiyyətinin formalaşmasına yönəlir. Yəni əslində mən uşağın şəxsiyyətini formalaşdırmağa çalışıram. Bütün təlimi keçməkdə əsas məqsədim, əsas hədəfim nədir? Uşağı şəxsiyyətə çevirmək. Çünki hər kəs şəxsdir, amma hər kəs şəxsiyyət deyil. Və bizim də məqsədimiz uşaqları şəxsiyyətə çevirməkdir. Yəni təməli doğru şəkildə atmaq, yəni uşaqları hər tərəfli inkişaf elətdirmək, onlarda doğru bilik bacarığı formalaşdırmaq, onları doğru şəkildə tərbiyə etmək. Və əlbəttə ki, sonda uşaq şəxsiyyətə çevrilir. Bir də ki, tərbiyəçi müəllim. Tərbiyəçi müəllim uşaqların təlim tərbiyəsi ilə məşğul olan, onların hər tərəfli inkişafını reallaşdıran və məktəbə hazırlığını təmin edən şəxs. Yəni tərbiyəçi müəllim ali və orta ixtisaslı şəxsdir. Bilirsiniz, hələ dəyişiklik olmayıb deyə kollec bitirən şəxs də tərbiyəçi müəllim vəzifəsində, yəni pedaqoq da tərbiyəçi müəllim vəzifəsində çalışa bilər, universitet bitirəndə. Və tərbiyəçinin əsas vəzifəsi nədir? Görürsünüz, uşaqlara məlumat ötürürəm, uşaqları tərbiyə edirəm, uşaqların məktəbə hazırlığını reallaşdırıram. Yəni hərfləri öyrədirəm, rəqəmləri öyrədirəm, qaydalara əməl etməyi öyrədirəm, adaptasiyasını asanlaşdırıram, emosional cəhətdən düzgün mühit qururam və s. və ilahi də. Bütün bunları təşkil edən kimdir? Tərbiyəçi. Bunu özünüz oxuyarsınız, dövlət siyasətinin əsas prinsipləridir. Əsas odur ki, bütün uşaqlar üçün bərabər imkan yaratmaq, hər bir uşaq üçün. Yəni bütün uşaqlar güşələrdən istifadə etməlidir. Birinə icazə verim istifadə etsin, digərinə deyil, bərabər imkan pozulur. Bir uşağa, misal üçün, yataq verim, digərinə deyil, bərabər imkan pozulur. Bütün uşaqlar üçün bərabər nədir? Bərabər. Ya eyni təlim şəraiti. Daha sonra varislik və fasiləsizlik nə arasında? Bağça ilə məktəb arasında. Bağça ilə məktəb arasında düzgün varislik və fasiləsizliyi təmin etməliyik. Daha sonra uşaqlarda vətənpərvərliyi formalaşdırmalıyıq. Daha sonra belə deyim, mədəni müxtəlifliyə hörmət səriştəsini formalaşdırmalıyıq. Yəni uşaqlarda müxtəlifliyi qəbul etmək, adət-ənənələrimizi onlarda formalaşdırıq və s. SIM uşaqları üçün inklüziv təhsilin təşkilidir. Bağça könüllüdür, valideyn istəsə qoyar, istəsə qoymaz.
Daha sonra 5 yaşına çatan uşaqların məktəbə hazırlığının zəruriliyi, vacibliyi 5 yaş, 6, 7, 4 səhvdir. 5 yaşa çatmış uşaqlar məktəbə hazırlaşmalıdır. Ən başda qeyd etmişdim. Daha sonra məktəbəqədər təhsil müəssisəsinin şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi, bir də uşaqların məktəbəqədər təhsili əhatə edilmiş səviyyəsinin yüksəldilməsi. Yəni uşaqların nə edirik? Səviyyələrini yüksəldirik, onlarda bilik bacarığı formalaşdırırıq və s. Daha sonra edəcəm. Tədris dili Azərbaycan dilidir. Baxın, mən əgər uşağı vətənpərvər böyütmək istəyirəmsə, yadınızda saxlayaq. Düzdür, rus sektoru qrupları var əlbəttə, amma mən uşağa ana dilini sevdirməmiş, ana dilini öyrətməmiş başqa dillərdə əslində təhsil verə bilmərəm. Bu yanlışdır. Düzdür, valideynlər deyir ki, elə ilk rus dilini öyrənsin, ingilis dilini öyrənsin, amma bu doğru deyil. Yəni sən bir vətənpərvər yetişdirmək istəyirsənsə, həqiqətən uşağı bir şəxsiyyətə çevirmək istəyirsənsə, öz dilinə, xalqına, hörmət ruhunda böyütmək, tərbiyə etmək istəyirsənsə, ilk öncə dilini formalaşdırıb öyrədəcəksən uşağa. Bilmirəm. Aha, deməli nə etməliyəm? Mən ilk öncə Azərbaycan dilini uşaqlara sevdirməliyəm, öyrətməliyəm. Uşaq artıq Azərbaycan dilini öyrənəndən sonra digər dillərdə də tədris etmək olar. Məsəl üçün, o artıq valideynin seçimindən asılıdır. İstəsə rus dilində, istəsə ingilis, istəsə fransız, o artıq seçimdir. Amma Azərbaycan dilində mütləq tədris etməliyik. Yəni ilk başda uşağa Azərbaycan dilini öyrətməliyik, sonra digər dilləri. Baxın, bu məzmunludur məktəbəqədər təhsilin məqsəd və məzmunu. 3 məqsədidir. Məzmunudur, uşaq şəxsiyyətinin formalaşdırılması dediyi, burada xüsusi şəkildə verilir. Məqsədi nədir? Çox uzun danışmaq istəmirəm ki, sual-cavaba vaxt qalsın. Baxın, məqsədi Azərbaycan Respublikasının fasiləsiz təhsil sisteminin ilkin pilləsi kimi fərdin, cəmiyyətin, dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf elətdirilən prioritet fəaliyyət sahəsidir. Prioritet öncə, ilkin, belə mənaya gəlir. Prioritet fəaliyyət sahəsidir. Daha sonra məktəbəqədər təhsildə uşaqları 4 inkişaf sahəmiz var. Əslində bunu oxusaz anlayacaqsınız. O 4 sahə üzrə inkişaf elətdirmək, onlarda doğru bilik bacarığı formalaşdırmaq. Bir də ki, uşaqları vətənpərvər ruhda tərbiyə etmək, milli adət-ənənələrimizi tanıtmaq, yetişdirmək. Bu üçü məqsəddədir. Məzmun da ki, şəxsiyyət olmaq. Yəni ən əsası uşaqda sosiallığı formalaşdırmalıyıq. Uşaq sosiallaşsın, ünsiyyət qursun, daha sonra əməkdaşlıq etsin, müstəqil olsun, məsuliyyətli olsun, cavabdehliyi onda formalaşdıraq, özünə inamlı olsun, lider ruhlu olsun, iradəsi möhkəm olsun. Daha sonra müşahidə etdiklərinə münasibət bildirmək, qərar qəbul etmək, müstəqil öyrənmək, yəni bax tənqid etmək, qərar qəbul etmək, müstəqil öyrənmək, yəni müstəqilliyi formalaşdırıb. Təbiətə və insanlara həssas münasibət. Yəni həm tolerant olur, həm humanist olur. Humanist nədir? İnsan sevər deməkdir. Hər kəsin hüquqlarını hörmət edir, hər kəsi olduğu kimi qəbul edir. Estetik dünya görüşüdür, nitqdir, daha sonra yaradıcı bacarıqlardır, bunları formalaşdırıb. Bir də ki, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək vərdişləri də formalaşdırılır uşaqda. Baxın, məktəbəqədər təhsilin bir də vəzifələri var. Hər bir uşaq keyfiyyətli məktəbəqədər təhsilə təmin edilməlidir. Bütün uşaqlar keyfiyyətli təhsil almalıdır. Əsas vəzifələrindən biri də elə bağçanın. Uşaq bağçaya gəlirsə, əlbəttə ki, keyfiyyətli təhsil almalıdır. Daha sonra zorakılığın bütün hallarından qorunmalıdır. Fiziki, psixoloji, mənəvi cəhətdən uşaqlar sağlam psixoloji mühitdə təhsil almalıdır. Yəni uşağı alçaldım, təhqir edim, uşağı travmalıyım, şiddət tətbiq edim, olmaz. Mənfi məlumatlar ötürüm, yenə qeyd edirəm, bütün mənfi məlumatlarda uşaqları travmalayır. Ona görə olmaz. Özünə, ailəsinə, vətəninə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının, həmçinin digər xalqların, yəni baxın, müxtəlifliyi də formalaşdırır uşaqlarda. Hörmət ruhunda tərbiyə edilməsi, yəni həm vətənpərvərliyi formalaşdırır, biraz öncə dediyim kimi, həm də ki, tolerantlığı formalaşdırır uşaqlarda. Yəni müxtəlifliyi qəbul edir. Uşaq şəxsiyyətin formalaşdırılması əsas məqsədlərdən biridir. Uşaqların ehtiyaclarının müəyyən edilməsi və ona müvafiq xüsusi inklüziv təhsil və əlaqədar xidmətlərin göstərilməsi. SIM uşaqları varsa, mütləq onlar üçün inklüziv təhsili təşkil etməliyik. Sosial-pedaqoji baxımından ailənin dəyərli üzvü kimi inkişafının təmin edilməsi, təhsil baza komponentlərinin əsasında sosiallaşma tələbatının yaradılması, yəni məktəbəqədər təhsilin əsas vəzifələrindən biri də uşaqların sosiallığını təmin etmək. Buralarda da qeyd etmişdim, harda idi?
Burada da qeyd etmişdim. Yəni sosiallaşma çox vacibdir. Çünki indiki dövrdə bilirsiniz, əsas problemlərdən biri uşaqların asosiallığıdır, özünə qapanıqlığı. Niyə? Çünki bütün günü telefonla, televizorla, kompüterlə, planşetlə vaxt keçirirlər deyə ünsiyyət bacarıqları, əməkdaşlıq bacarıqları onlarda formalaşmır və özlərinə inamı azalır. Virtual aləmə daha çox meyl edirlər, reallıqdan qopurlar, xəyal belə deyim, xəyali bir dünyada yaşayırlar bu uşaqlar və həqiqətən bağçanın ən böyük özəlliklərindən biri uşaqlarda həmin bu sosial bacarıqları inkişaf elətdirməsidir. Çünki bağçaya gələn uşaq, yəni bağçada telefon vermirlər, düzdür? Daha çox bir-birindən oynayırlar, bir-birindən belə deyim, əməkdaşlıq edirlər, bir-birindən ünsiyyət qururlar, müəllim onları danışdırır. Görürsüz, yəni hər tərəfli inkişafını reallaşdırır. Yəni sosiallaşma çox vacibdir ki, uşaq həm ünsiyyət qursun, elə ən başlıca amilidir ünsiyyət, həmçinin əməkdaşlıq etsin. Əlinizi qaldırın, başlayıram sual-cavaba. Daha sonra deməli nəyə diqqət yetiririk? Bir də uşaqların sağlam həyat tərzi üzrə ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması vəzifələrdən biridir. Didaktik prinsipləri gələn dərs izah edəcəm. Onu daha ətraflı, geniş izah edəcəm. İndi vaxt qalmayacaq. Suallarınız var bu mövzuyla əlaqəli? Varsa verin, yoxdursa keçirəm. Deməli, sual-cavaba. Əl işarələrini qaldırın. Aysil müəllimə. Hər kəs əl işarəsini qaldırsın. Bilirsiniz də əl işarəsi necə qalxır. Bəli, müəllimə, axşamınız xeyir. Hər vaxtınız xeyir. Deməli, bir saniyə. Aysel müəllimə, siz mənə deyin, zəhmət olmasa, deməli, məktəbə qədər təhsil dedikdə nəyi nəzərdə tuturuq? Bağça təhsili Məktəbə dedikdə qədər nəyi nəzərdə tuturuq? təhsil, bəli. Qaydanı deyirsən, müəllimə. Bəli, qaydanı deyin, öz dilinizdə Bəli, məktəbə qədər təhsil, məktəbə qədər yaşlı uşaqlarda fiziki, mənəvi və intellektual inkişafa xidmət edən və ilkin bilik bacarıqların vərdişlərin mənimsənilməsi prosesidir. Bağça təhsil dedikdə hansı yaş aralığında uşaqlar burada təhsil ala bilər? Yəni, hansı yaş aralığındakı uşaqları əhatə edir məktəbə qədər təhsil? 1-6. 1-6 yaşlı uşaqları əhatə edir, düzdür. Neçə əsas qrup var bağçada? Yaş kateqoriyasına görə neçə əsas 5. qrup var? 5. Birinci kiçik Hansı qrup, yaş aralığı? ikinci kiçik. Birinci kiçik qrup 1-2 yaş, 2-3 yaş ikinci kiçik qrup, 3-4 orta qrup, 4-5 böyük qrup, 5-6 yaş məktəbə hazırlıq qrupu. Müəllimə, məktəbə qədər təlimin məzmunu nədir? Yəni dərsimizi keçirik. Məqsəd nədir? Uşaqlarda nəyi formalaşdırmaq? Belə Uşaq müəllimə. şəxsiyyətini formalaşdırmaq. Yəni uşağı nə? Yerdən deməyin, yerdən qətiyyən. Şəxsiyyət kimi formalaşması, yəni biliyin, bacarığın Əsas çevrilməsi. şəxsiyyətdir. Əsas şəxsiyyətdir. Yəni mənim təlimin məzmunu uşaq şəxsiyyətinin formalaşması. Düzdür? Yaxşı. Differensial yanaşma dedikdə nəyi nəzərdə tuturuq? Təhsil prosesində uşaqlara fərdi yanaşma. Məsələn, yəni hər bir uşağın fərdi xüsusiyyətlərini, maraq tələbatlarını nəzərə alaraq onları fiziki və əqli inkişaf səviyyələrini, yəni inkişaf etdirmək. Yəni təhsilin ona əsasən təşkil olunması. Deməli, əgər uşaqların ikisinə də eyni dərəcədə tapşırıq verirəmsə, burada differensiallıq nəzərə alınmış olur? Xeyr. Yəni ola bilər ki, bir uşaq zəif qavrayır, bir uşaq daha tez götürür. Yəni onların öyrənməsinə əsasən verilməlidir tapşırıq. Bütün uşaqların səhvlərini ümumi şəkildə qeyd edirəmsə, differensiallıq nəzərə alınır? Xeyr. Dərsi sadəcə izah edirəmsə, differensiallıq nəzərə alınır? Sadəcə izah edirsə, yenə xeyr məncə. Aha, yaxşı, çox sağ olun Ayşil müəllimə. Ayşil müəllimə Xəlilova. Məmnun, xeyr müəllimə. Hər vaxtınız xeyirli olsun. Ayşil müəllimə, siz mənə deyin, bütün uşaqlar üçün təhsili əlçatan edir. Hansı təhsil növü? İnklüziv təhsil. İnklüziv təhsil bütün uşaqları təhsilə cəlb edir dedikdə, əsas hansı uşaqlar nəzərdə tutulur? Yəni ən böyük mahiyyət hansı uşaqlar üçündür? Fiziki, əqli, geriliyi olan uşaqlar, məhdudiyyəti olan uşaqlar. Məhdudiyyəti olan uşaqlar, düzdür. Uşaqların əqli cəhətdən məhdudiyyəti varsa, onun korreksiyasına baxan şəxs kimdir? Defektoloq. Uşaqlarda kəkələmə, hər hansısa bir sözü, hərfi tələffüz edə bilməmə kimi bir məhdudiyyət varsa. Logoped. Düzdür, yaxşı. Sonra siz mənə deyin. Deməli,
Tədris dili hansı dil hesab edilir? Məktəbə qədər də əsas tədris. Azərbaycan dilində olmaq şərti ilə digər dillərdə də keçirilə bilər. Aha, ilk olaraq Azərbaycan dilində, sonra isə Bəli. digər dillərdən də istifadə edə bilərik. Məktəbə qədər təhsildə biz misal üçün inkişaf sahələrini əlaqələndirirsə nə etmiş oluruq? İnteqrasiya, məzmun komponentlərinin əlaqələndirilməsi, inteqrasiya. Düzdür. Mən uşaqlara nağıl danışıb sonra onu səhnələşdirirəmsə, bu zaman nədən istifadə edirəm? Rollu oyunlarda. Elə deyil. Nağıl danışıram, sonra da onu səhnələşdirirəm. Aha. Burada hansı termindən Aha. istifadə edirik? Biraz öncə Öyrənmə hansı sual tərzi. verdim sizə? Və əlaqə nə idi? İnteqrasiya. Əlbəttə, inteqrasiya yaradırıq da, inteqrasiya etmiş oluruq. Yaxşı, çox sağ olun. Lalə müəllimə, az verəcəm, əl qaldıran. Çox sağ olun. Gələn dəfə ətraflı sual cavab edəcəm. İnşallah. Lalə müəllimə. Eşidirəm. Salam müəllimə. Salam. Lalə müəllimə, siz mənə deyin zəhmət olmasa. Deməli, məktəbə qədər təlim dedikdə nəyi nəzərdə tuturuq? Məktəbə qədər təlim, vərdiş və səriştələrin mənimsələnməsi prosesi, elə bil həyatda tətbiq etmə bacarığın Ay, sağ formalaşması. olun. Yəni uşaqların qazandığı o bilik bacarıqları gündəlik həyatda tətbiq etmə yollarının öyrədilməsi, düzdür? Bəli, Ay, bəli. sağ olun. Uşaqlarda motivasiyanın formalaşdırılmasında əsas rol oynayırmı təlim Bəli, zamanı? motivasiyanın formalaşmasına yönəlmiş prosesdir. Yaxşı. Daha sonra qısa müddətli təlim qrupu dedikdə nəyi nəzərdə tuturuq? Valideynlərin elə bil istəyi nəzərə alınaraq qısaldılmış təlim qrupudur da müəllimə. Hı. Yaxşı, bəs deyə bilərsiniz, aparıcı fəaliyyət nədir məktəbə qədərdə? Oyun. Azərbaycan Respublikasının Konstitusiyası neçənci maddə, neçənci hissəsini üst tutmalıyıq ki, məktəbə qədər haqqında məlumat əldə edək? 94-cü maddənin birinci hissəsinin birinci bəndinə əsasən. Düzdür, çox sağ olun. Aynur müəllimə, Sağ olun. deməli. Aynur müəllimə. Bəli, mən vaxtınız xeyir. Hər vaxtınız xeyirli olsun. Aynur müəllimə, siz mənə deyin. Deməli, məktəbə qədər dövlət müəssisəsi dedikdə nəyi nəzərdə tuturuq? Məktəbə qədər dövlət müəssisəsi dövlət standartlarına uyğun olaraq uşaqların hər tərəfli inkişafını və məktəbə hazırlığını həyata keçirən təhsil müəssisəsi. Yaxşı. Daha sonra bu müəssisə eyni zamanda inkişaf etdirici, dəstəkləyici mühitdə hesab edilirmi? Bəli, İnfrastrukturdur, maddi texniki bazadır. Həmin bu müəssisəyə aiddir. bəli. Dövlət bizə minimal tələb verir, maksimal. Necə müəllimə? Dövlət bizə minimum tələb verir, yoxsa maksimum? Minimum tələb verir. Minimum tələb dedikdə nəyi nəzərdə tuturuq? Minimum tələb dedikdə, yəni dövlətin bizə verdiyi standartları reallaşdırmaq nəzərdə tutulur. Standartları, yəni belə deyim, dövlət bizə tələb verərkən o standartları, yəni deyir, ən azı bunu etməlisən, yoxsa bunu icazə et, bəsindir. Yox, ən azı bunu etməlisən. Yəni ki, buna cavab verməlisən. Bundan az olmaz. Yaxşı. Dövlət standartı nədir ümumiyyətlə? Kimlərin tələbi nəzərə alınır? Dövlət standartı uşağın, ailənin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq elmi pedaqoji prinsiplər əsasında hazırlanmış dövlət siyasətinin məktəbəqədər sahədə həyata keçirilən normalar məcmusudur. Elmi pedaqoji prinsiplər əsasında, düzdür. Yaxşı, biz kurikulum nədir? Kurikulum inkişaf sahələri, məzmun standartı, ümumi təlim nəticələri, pedaqoji işin təşkili, monitorinqlərin aparılması və təlim nəticələrinin qiymətləndirilməsinin özündə əks etdirən konseptual dövlət sənədidir. Rəsmi sənəddir, qeyri-rəsmi? Rəsmi sənəddir. Məktəbəqədər təhsil məzmunu nədən ibarətdir? Məktəbəqədər təhsil məzmunu uşaqların bir şəxsiyyət kimi formalaşdırmaqdan ibarətdir. Bir şəxsiyyət. Hansı xüsusiyyətləri uşaqlarda formalaşdırmalıyıq, açıqlayın. Cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət, ünsiyyət bacarıqları, müstəqillik, cavabdehlik, məsuliyyət, müşahidə etdiklərinə münasibət bildirmək, öz hüquqlarına və digərlərinin hüquqlarına hörmət etmək,
estetik dünya görüşü, nitq, tərtibat bacarıqları, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək. Düzdür. Yaxşı, sonra siz mənə deyə bilərsiniz, innovasiya nədir? İnnovasiya mütərəqqi xarakterli yenilik. Mütərəqqi xarakterli yeniliklər. Aha, yaxşı. Daha sonra tərbiyəçi müəllim əgər ki, müxtəlif metodlardan istifadə etmirsə, nəyi pozmuş olur? Tələb yönümlülük. Başqa. Müxtəlif metodlardan istifadə etmir, eyni metodlardan istifadə edir, eyni öyrənmə tərzi. Yenilikləri, innovasiya, yenilikləri bilmir, istifadə etmir. Deməli, innovasiya. Fərdi və fərqli xüsusiyyətləri nəzərə almaq nəyə aid idi? İnteqrasiya. Fərdi və fərqli xüsusiyyətlərin nəzərə alınması. Uşaqların fərdi və fərqli xüsusiyyətləri Diferensiallaşma. sağ olun. Bəs tərbiyəçi eyni metodlardan istifadə etdikdə diferensiallığı pozur? Eyni metodlardan istifadə etdikdə əlbəttə ki, pozur. Yəni hər uşağa fərqli metoddan istifadə edəndə yanaşmaq diferensiallıq pozulur. Eyni metod varsa. Yaxşı. Çox sağ olun. Siz sağ olun, müəllim. Deməli, sonra tərbiyəçi yazılan müəllimə. Tərbiyəçi yazılır. Aytən müəllimə. Salam müəllim, Aha. axşamınız. Salam. Hər vaxtınız xeyir. Adınızı deyin. Aynurə müəllimə. Aynurə müəllimə, siz mənə zəhmət olsa məktəbə qədər təhsilə qiymətləndirmə haqqında məlumat verin. Qiymətləndirmə nəyə yönəlik olur? Uşaqların nəyi qiymətləndirilir? Qiymətləndirmə deməli uşaqların əqli fiziki cəhətdən, yəni əqli fiziki cəhətdən bir də inkişaf olunmaları, yəni qiymətləndirilir. Uşağın şəxsiyyətini qiymətləndirmək olar. Xeyr. Cümlədə Bəli, buyurun. cümlə qursa sizə, bir situasiya yaratsa, desə ki, tərbiyəçi müəllim uşaqların şəxsiyyətini qiymətlendirir ki, onlarda motivasiyanı gücləndirsin. Bu doğru variant hesab edilir, yanlış. Yanlış. Şəxsiyyəti qiymətləndirmək olmaz axı. Motivasiyanı Uşaqların nailiyyətinin qiymətləndirilməsi dedikdə nəyi nəzərdə tuturuq? Uşaqların nailiyyətlərini, yəni onların nəyi bilib bilməməklə, nəyi bacarırlar, bacarmamaqları da, yəni ki, onlar qiymətləndirilir, dəyərləndirilir. Qiymətləndirmə meyar əsasında aparılır. Bu meyar dərsin əvvəlində hazırlanır, sonunda. Dərsin sonunda, axırda. Dərsin sonunda niyə? Meyar. Məşğələnin sonunda, yəni ki, yazılır da, qeyd olunur. Yazılır deyil, hazırlanır. Nə zaman hazırlayırıq meyarı? Əvvəldə hazırlanır. Əvvəldən hazırlanır, sonda dərs boyu uşaqlar dəyərləndirilir. Sonda da rüblər üzrə uşaqlar qiymətləndirilir. Yaxşı. Daha sonra siz mənə deyin, diferensial yanaşma nədir? Fərdi yanaşma, yəni hər bir uşağın İnklüziv təhsil nədir? Sağlamlıq imkanı məhdud olan uşaqlar, yəni ki, təhsilə cəlb olunmasıdır. Dayə nə işə baxır? Uşaqların dayə qulluq və nəzarəti həyata keçirir. Uşaqların qulluq və nəzarətini həyata keçirən şəxsə dayə deyilir. Daha sonra tərbiyəçi müəllimin vəzifəsi nədir? Yəni nə işə baxır? Uşaqların hər tərəfli inkişafını təmin eləyir, məktəbə hazırlıq təlimini həyata keçirir, uşaqları əqli fiziki cəhətdən inkişaf etdirir. Düzdür, çox sağ olun. Çox yaxşı. Daha sonra Aytən müəllimə. Zevs İvanov yazılan. Müəllimə, salam, axşamınız. Hər vaxtınız xeyirli olsun. Aytən müəllimə, siz mənə zəhmət olmasa inteqrasiya haqqında məlumat verin. İnteqrasiya sözünün mənası nədir? Təhsildə biz onun nə kimi istifadə edirik? İnteqrasiya əlaqə qurmaqdır, təhsil komponentləri arasında əlaqə qurmaqdır. Sonra siz mənə deyin, deməli, metodist nə işə baxır? Metodiki işlərə rəhbərlik edir. Yəni, ən böyük kömək kim üçündür? Kimə yardım edir? Sakin, tərbiyəçi müəllim üçün tərbiyə proqramı yazılması. Səslərə. Tərbiyəçi müəllimə. Çat bölməsinə yazın, baxıram. Yəni, boş oturmayın. Bax, yazın çat bölməsinə, hər birinizə diqqət yetirirəm. Aytən müəllimə, səsi yenidən açın. Yəni, nə bilməyin ki, baxmıram. Mesajlarınıza baxıram, maşallah olsun. Demək olar ki, hər biriniz düz cavab verirsiniz. Deməli,
Aytən müəllimə, səs açdınız. Müəllim açmış. Aha, dedik metodiki rəhbərliyi həyata keçirən orta və ali təhsilli, yoxsa sadəcə ali təhsilli? Evet, ali təhsil. Ay, sağ olun. Bəs tərbiyəçi müəllim, ali və orta, yoxsa sadəcə ali və ya sadəcə? Ali və orta təhsil. Ay, sağ olun. Ali və orta təhsilli uşaqları hər tərəfli inkişaf etdirən və ümumi təhsil sisteminə hazırlayan şəxsdir. Düzdür, orta Təhsilli qrupda şəxs. məşğələnin müddəti nə qədər olur? Orta qrupda məşğələlərin müddəti 25 dəqiqə. Bilmirəm. Düzmü dediniz ki? Düşünün. Kiçik qrupda 10, 15, 20 dəqiqə. Ay, sağ olun, 20 dəqiqə, yaxşı. Bəs deyə bilərsiniz, uşaq sayı nə qədər olur məktəbə hazırlıq dövründə, yəni orta böyük və məktəbə hazırlıq qrupunda uşaq sayı normativ olaraq neçədir? 20. Ay, sağ olun. Bəs erkən inkişafda neçədir? Yəni birinci və ikinci. 15. Düzdür. Qarışıq qrup yaradanda say dəyişir, yoxsa olduğu kimi qalır? Hər ikisində saylar 5% azalır. 5 Ay, sağ olun. uşaq sayı azalır. Əla, əla, düzdür. Uşaqların intellektual, fiziki və mənəvi cəhətdən inkişafını reallaşdırırıq. Başqa qədər təhsil. İlkin bilik bacarıqları yiyələnirlər. Düzdür. Bəli. Nəyə görə məktəbə Bilik qədər təhsilin bacarıqları. ilkin pillə hesab edilir? Uşaqlar 1 yaşından bağça getdiyinə görə bağça təhsilidir. Yəni ilk qədəmlərini bağça atdıqlarına görə bağça təhsili də ilkin Nömrə, pillə bəli. hesab edilir. Bir nömrə orada qoyulur. Yaxşı. Bəli. Daha sonra siz mənə deyin. Deməli, loqoped nə işə baxır? Nitq qüsurlu uşaqlarla məşğul olur. Uşaqda davranış pozuntusu varsa, sarsıntı, travma alıbsa kimlə məsləhətləşmək vacibdir? Davranış pozuntusu psixoloq. Düzdür, çox sağ olun, çox gözəl. Sağ olun. Daha sonra deməli, sual cavab etdiyim müəllimlər əlinizi aşağı salın zəhmət olmasa. Xədicə müəllimə Qasımova. Səs açın. Bəli, müəllimə. Salam. Salam. Məktəbə qədər təhsil nədir? Uşaqların ilkin təhsil növündə müəllimə, uşaqların ilk öyrənəcəyi yerdir, müəssisədir. Müəssisədirmi ki, məktəbə qədər təhsil? Yoxsa təhsildir? Məktəbə qədər təhsil nədir? Təhsildir. Ay, sağ olun. Yəni təhsil deyəndə burada uşaqlar hansı istiqamətlərdə inkişaf olunurlar? Yəni uşaqların qiymətləndirilməsi, uşaqların şəxsiyyət kimi formalaşması, ilkin bilik və bacarıqların tətbiq öyrənilməsi. Aha, hansı istiqamətlərdə inkişaf olunurlar? Nələri inkişaf elətdirir uşaqlar? Mənəvi, əqli cəhətdən uşaqların intellektual, fiziki, bir də mənəvi cəhət. Və mənəvi cəhətdən. Ay, sağ olun. Düzdür. Yaxşı, məktəbə qədər təhsildə aparıcı fəaliyyət növü hansıdır? Aparıcı fəaliyyət, oyunlar. Oyunlar, yerdən deməyin. Məktəbə qədər hansı yaş aralığını əhatə edir? Məktəbə qədər təhsil? 1-6. 1-6 yaşı. 1-6 yaş. Neçə yaş kateqoriyası qrupları var bağçada? 5 qrup var. Hansılardır? Birinci qrup 2 yaş, ikinci qrup 2-3 yaş, üçüncü qrup orta yaş 3-4 yaş, böyük qrup 4-5 yaş, məktəbə hazırlıq qrupu isə 5-6 yaş. Neçə yaşına çatmış uşaqların məktəbə hazırlığı vacib və zəruri hesab edilir? Neçə 5 yaşına çatmış. Rəsmi məlumat deyil, rəsmi məlumat deyil. Rəsmi məlumat olsa, mən özüm ən başda paylaşacağam, narahat olmayın. Bundan yəni qətiyyən narahatçılığınız olmasın. Yaxşı. Çox sağ olun, var olun müəllimlər. Xoş sözləriniz həqiqətən məni o qədər motivasiya edir. Elə bütün yorğunluğumu alır. Sizlər var olun hər biriniz. Əlinizi qaldırın, tez-tez sual cavab edəcəm. Az-az da olsa istəyirəm bütün müəllimlər sual cavab olsun. Yəni 2 sualda versəm inciməyin zəhmət olunsa. Siz çoxsuz, mən azam. Vaxtımız da azdır. Sadəcə istəyirəm ki, izah da olsun. Yoxsa sırf sual cavab edərəm. Yəni mənim üçün sual cavab daha yaxşıdır. Hər birinizə sual cavab. Amma elə müəllim var ki, sıfır bazadır. Bax görürsüz, mən çox dərsdən çıxıram da, o qədər yoruluram. Bəzən sözlər də yadımdan çıxır. Salam müəllim, axşamınız xeyir. Çox sağ olun. Hər vaxtınız xeyir. Deməli, adınız nə idi müəllimə? Nuranə müəllimə. Nuranə? Nuranə müəllimə. Aha, Nuranə müəllimə. Siz mənə deyin. Deməli, məktəbə qədər təlimlə təhsilin hansı xüsusiyyətlərə görə fərqləndirəcəyik? Necə misal üçün cümlədə hansı sözlərlə qarşılaşanda bilməliyik ki, bu məktəbə qədər təhsildir, bu isə məktəbə qədər təlimdir. Məktəbə qədər təhsil müəllimə intellektual, fiziki, mənəvi inkişafda xidmət edir. İlkin bilik bacarıq vərdişlərinin mənimsəmə prosesi onun məcmusudur. Məktəbə qədər təlim isə biliklərin gündəlik həyatda tətbiq edilməsidir. Məktəbə qədər təhsil motivasiyanın
Bir saniyə. Məktəbəqədər təhsil dediyi uşaqların intellektual, fiziki və mənəvi cəhətdən inkişaf olması, ilkin bilik bacarıqlara yiyələnilməsi prosesi onun nəticəsidir. Düzdür? Yəni təhsil daha genişdir, ümumidir. Ay sağ olun. Amma təlimdə əslində bizim məşğələlərimizdir. Düzdür? Təlim nə edirik? Biz uşaqlara bilik bacarıq ötürürük. Yəni biliyi ötürürük, bacarığa çeviririk, vərdişə çeviririk. Aha, dünya görüşlərini artırırıq və s. və gündəlik həyatda necə tətbiq etmək lazımdır, onu öyrədirik. Yaxşı. Sonra siz mənə deyin, uşaqların tərbiyəsi ilə məşğul olan şəxs kimdir? Tərbiyəçi müəllim. Tərbiyəçi müəllim. Tərbiyəçi müəllimin təhsili necə olmalıdır? Orta da ola bilər, ali də ola bilər. Hər Düzdür. Uşaqların qulluğunu və nəzarətini həyata keçirən şəxs kimdir? dayə müəllim. Tərbiyəçi müəllim yenilik edirsə, bunu necə adlandırırıq? Yəni tədqiqat aparır. Mütərəqqi xarakterli yeniliklər. Necə adlanır o? Termin olaraq. İnnovasiya. İnnovasiya, düzdür. İnnovasiya. Düzdür. Tərbiyəçi müəllim əgər ki əlaqələndirirsə mövzuları, yaş qruplarını, inkişaf sahələrini inteqrasiya etmiş olur. Düzdür. Məktəbəqədər təhsil sahəsində tədris dili hansı dil olmalıdır ən əsas? Dilində olmalıdır mənim əsas Azərbaycan. Məktəbəqədər təhsilin məqsədi dedikdə nəyi nəzərdə tuturuq? Məktəbəqədər təhsilin məqsədi, məktəbəqədər təhsil ilk pillədir də, uşaqlar ilk olaraq bağçaya gedir. Prioritet ilkin pillədir. Aha. Fasiləsiz. Daha sonra? Sonra uşaqların erkən yaş dövrlərində əqli, fiziki yaradıcı potensialı, estetik tərbiyəsinin sadə əmək vərdişlərinə yiyələnməsi. Daha sonra? Mən 4 inkişaf sahəmiz üzrə də elə bir şəxsiyyət kimi formalaşdırmalı uşaqlar. Düzdür, sonra? Sonra milli bəşəri dəyərlər ruhunda tərbiyə etmək, vətənpərvər ruhunda tərbiyələndirmək. Yaxşı. Daha sonra siz mənə deyin, bax bizim təlimimizin məzmunu nəyə köklənir? Təlimin məzmunu dedikdə nəyi nəzərdə tuturuq? Şəxsiyyətlərdir, amma şəxsiyyət kimi. Aha, uşağın şəxsiyyətinin formalaşmasına. Uşağın şəxsiyyətinin formalaşması üçün onda hansı dəyərlərin, hansı keyfiyyətlərin formalaşdırılması vacibdir? Cəmiyyətə sosial uyğunlaşdırmalıyıq, kollektiv daxilində fəaliyyət, müstəqillik, məsuliyyət, müşahidə etdiklərinə münasibət bildirmək, sonra estetik dünya görüş, sonra təsvir, tərtibat bacarıqları. Yaxşı, bəs deyə bilərsiniz, məktəbəqədər təhsildə 2 yaş dövrü var. Hansı dövrlərdir bunlar? İki dövrü var. Bir 3 yaş, bir də 3-6 yaş da müəllim. Biz qarışıq qrup yaradanda bir saniyə. Uşaq sayı azalır. Xeyr, qarışıq qrup yaradanda hansı qrupları birləşdirib qarışıq qrup yarada bilərik? Mən elə bir ki 2 qrupu qarışdıra bilərik də. Məktəbə hazırlıqla böyük qrupu. Müəllimə səsi açsın zəhmət olmasa. Bilmədən sizin səsiniz də bağlanır. Aha. Buyurun. Hansı qrupları qarışdırıb qrup yaradırıq? 1-2 yaşla 2-3 yaşı qarışdıra bilərik. Yaşlarla kiçik qrupu, ikinci kiçik qrupu. Məktəbə hazırlıqla da böyük. Olar deyim müəllimə. Buyurun. Müəllimə deyirdi əslində. Buyurun, kim demək istəyirdi? Müəllimə, olar deyim. Buyurun. Deməli 1-3 yaşla 3-6 yaş qarışıq qrup hesab olunur. 1-3 yaşla 3-6 düzdür. Aha, yaş dövrlərini qeyd etdik. O dövrləri, məsəl üçün 1-3 yaşı bir qarışdırıb qrup yaradırıq, 3-6 yaşda bir. Yaxşı. Aha. Çox sağ olun. Çox sağ olun. Digər müəllimlərə də azad sual cavab edim. Leyla mı yazılıb? Müəllimlər, səsə çox xahiş edirəm. Səs qarışır, sonra video izaha baxanda heç nə anlamayacaqsınız. Səslərə diqqət yetirin. Leyla müəllimə, səsi yenidən açın. Hər vaxtınız xeyirli olsun. Leyla müəllimə, qiymətləndirmə nəyə yönəlik olur? Uşağın nəyini qiymətləndiririk? Uşağın bilik və bacarıqlarına yönəlik olur. Uşağın bilik bacarıqları, nəyə qiymətləndirmək olmaz? Şəxsiyyətini. Uşaqları ümumi meyar əsasında qiymətləndiririk, xüsusi meyar? Ümumi meyar əsasında. Yəni diaqnostik qiymətləndirmələr. Uşaqları amma xüsusi qiymətləndirmək lazımdır. Yaxşı, bəs əgər mən uşaqlara fərqli yanaşıramsa,
Nəyi reallaşdırmış oluram? Differans. Diferensiallığı reallaşdırmış Differans. oluram. Düzdür. Yaxşı, inklüziv təhsil nədir? İnklüziv uşaq, sim uşaqların, yəni digər uşaqlarla birlikdə təhsil alması. Aha, bütün uşaqların təhsilə cəlb olunması. Düzdür. Sim uşaqlarda ehtiyat kimləri nəzərdə tuturuq? Sağlamlıq imkanları məhdud olan uşaqlar nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud olan uşaqlar. Xüsusi təhsil müəssisəsi dedikdə nəyi nəzərdə tuturuq? Xüsusi təhsil müəssisəsi dedikdə, necə deyim, bu sağlamlıq imkanı məhdud olan uşaqlar indi inklüziv təhsildə olur, amma xüsusi məktəblərdə bunlarla xüsusi məşğul olunur. Yəni hamı bir yerdə olmur. Xüsusilə bunlarla məşğul olunur. Sırf sim uşaqlar üçün nəzərdə tutulan. Aha, düzdür. Uşaqlarda əqli və fiziki cəhətdən hər hansı bir məhdudiyyət varsa, onu korreksiya edən kimdir? Hansı mütəxəssisə üst tutmalıyıq? Defektolog, düzdür. Bəs nitqində məhdudiyyət varsa, ləngiməsi varsa? Bu logoped. Logopedə üst tutulur, düzdür. Yaxşı, əgər ki, biz ikinci kiçik qrupda məşğələ təşkil ediriksə, müddəti nə qədər olmalıdır? 15 dəqiqə. İkinci kiçik qrup hansı yaş əhatə edir? 2-3 yaş. Dövlət standartı dedikdə nəyi nəzərdə tuturuq? Dövlət standartı dedikdə dövlətimizin bizə qoyduğu standartlardır. Yəni bunlara inkişaf sahələri nəzərdə tutulur. Yəni uşaqların bilik və bacarıqlarını həyata keçirmək üçün olan standartlardır, yəni. Yəni normalar məcmusu dövlətin tələbidir. O da dövlətin, ailənin, cəmiyyətin fərdin adından, yəni onların tələblərini nəzərə almaqla bizə verilir. Biz də onu reallaşdırırıq. Dövlət bu tələbi verəndə minimum tələb əsasına verilir, yoxsa maksimum? Yəni minimum bunu yerinə yetirməliyik bu tələbləri. Asan, ən azı bu olmalıdır, düzdür. Çox sağ olun. Günel müəllimə İponiya yazılan. Bəli, müəllim, axşamınız. Hər vaxtınız xeyirli olsun. Günel müəllimə, siz mənə deyin. Deməli, kurikulum nədir? Kurikulum müəllimə bir dövlət sənətidir, konseptual bir dövlət sənətidir. Tərkibində nələr var? Ümumi təlim nəticələridir, müəllimə. Daha sonra ümumi təlim nəticələri, iş üsulları bunlardır deyəsən. Xeyr, ümumi təlim nəticələridir, qiymətləndirmə, planlaşdırma. Bütün kurikuluma baxmamısınız? Mən baxmışam, inkişaf sahələri dediyim idi, bəli. Yaxşı, rəsmi sənəd hesab edilir kurikulum? Ya qeyri-rəsmi? Necə? Rəsmi. Düzdür, məktəbə qədər təhsilin vəzifələri nələrdir? Uşaqlar üçün nəyi təmin etmək? Uşaqları nədən qorumaq? Şəxsiyyət. Uşağı müəllimə fiziki, psixi hallarında məsələn qorumaq. Daha sonra uşaqlara keyfiyyətli təhsil vermək. Düzdür, sonra şəxsiyyət formalaşdırmaq. Daha sonra sim uşaqlar üçün hansı təhsili təşkil etmək? Xüsusi təhsil, xüsusi məktəbdə müəllimə belə deyim, xüsusi təlim kimi. Xeyr, xüsusi təhsil olmaz. Sim uşaqlarına hansı təhsil təlimə cəlb edirdi? İnklüziv təhsil. İnklüziv təhsil. Deməli, sim uşaqlar üçün inklüziv təhsilin təşkili vacibdir. Daha sonra uşaqlarda vətənpərvərlikdir, uşaqlarda tolerantlıqdır, uşaqlarda müxtəlifliyi qəbul etmədir. Bu kimi bacarıqlarda formalaşdırılmalıdır. Bəli. İnkişaf sahələrindən hansı inkişaf sahəsidir ki, o tələbatı uşaqda formalaşdırmalıyıq? İnkişaf sahələrindən sosial-emosional müəllim. Sosiallaşma tələbatı. Nə nəzərdə tutulur? Sosiallaşma tələbatı dedikdə nəyi nəzərdə tuturuq? Müəllimə, sosiallaşma dedikdə yəni hörmətdir, daha sonra hörmət, dözüm, qayğıkeşlik. Ən vacibi ünsiyyətdir, əməkdaşlıqdır. Elə ən başlıca ünsiyyətdir. Əlbəttə, sosiallıq dedikdə elə birbaşa ünsiyyət nəzərdə tutulur. Ünsiyyət bacarıqlardır, əməkdaşlıq bacarıqlardır. Göndərəcəm. Deməli, əsas uşaqlarda ünsiyyətdir ki, özünə qapanıq olmasın, lider ruhlu olsun, özünə inanlı olsun və s. Bunların hər birinin formalaşdırılması. Yaxşı, daha sonra siz mənə deyin. Deməli, məktəbə qədər təhsil haqqında məlumatı Konstitusiyanın neçənci maddəsində tapırıq? 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndi. Məktəbə qədər təhsil hansı yaş aralığında uşaqları əhatə edirdi? 1-6. Aparıcı fəaliyyət hansı idi? Oyun.
Oyun aparıcı fəaliyyəti. Düzdür, çox sağ olun. Çox yaxşı. Əliyeva Gülü müəllimə. Tərbiyəçi müəllim təşəbbüs göstərir, tədqiqatlar aparır və belə deyim, yeni metodlar öyrənirsə, onları tətbiq edirsə, bu müəssisə üçün nə İnnovasiya, yenilik gətirmiş. müəssisə üçün nə etmiş olur? Əgər burada ilk dəfədir bu metod istifadə olunursa, deməli yenilik edir, yəni innovasiya edir. Yaxşı, daha sonra təlimimizin məzmunu nəyə yönəlir? Təlimimizin məzmunu Nəyə yönəlir? Uşağın nə? Niyə yaddan çıxardırsınız bunu? Təlimimizin məzmunu, əsas məqsəd nədir? Uşağı nəyə çevirmək? şəxsiyyətə çevirmək. Əlbəttə şəxsiyyətə çevirmək. Yaxşı, bəs icma əsaslı təlim qrupu dedikdə nəyi nəzərdə tuturuq? İcma əsaslı ilə qısa müddətliyin fərqi nədir? Qısa icma Uşaqların hüquqlarını, maraqlarını təmsil edən şəxslər kimlərdir? Kimlər hesab edilir uşaqların hüquqlarını, maraqlarını təmsil edən? valideynlər. Valideyndir, qəyyumlardır, övladlığa götürən şəxslərdir. Bunlar qanuni nümayəndə hesab edilir. Düzdür? Ay sağ olun. Yaxşı, daha sonra uşaqların məktəbə hazırlığını reallaşdıran, təşkil edən şəxs kimdir? Tərbiyəçi müəllimədir. Uşaqlar neçə yaşından məktəbə hazırlanmalıdır? 3-6 yaşından. Məktəbə qədər təhsil nəyə görə ilkin təhsil hesab edilir? Nəyə görə belə deyim, ilkin pillə hesab edilir? Nəyə görə? Bünövrədə mən ilk addımlarını bağçaya atmışam. Yaxşı. Bəs niyə düşündünüz? Yaxşı, sonra siz mənə deyin. Deməli, normalar məzmusu dedikdə nəyi nəzərdə tuturuq? Elmi pedaqoji prinsiplər və normalar məzmusu varsa, hansı termindən bəhs edirik? Elmi pedaqoji prinsiplər və normalar məzmusu deyiriksə, nədən bəhs edirik? Hansı terminin tərifinin xüsusiyyətlərinə aiddir? Təlim məzmununda mən... Elə olmaz. Normalar məzmusu nədir? Normativi bizə kim verir? Standart. Əlbəttə standartdır. Dövlət standartıdır da. Niyə düşündünüz bəs elə? Yaxşı müəllimə, çox sağ olun. İradə müəllimə Kərimova. Müəllimlər, bax, sual cavab etdiyim müəllimlər də əlini qaldırıb. Aşağı salın zəhmət olmasa ki, qarışmasın. Aha, deməli, hər vaxtınız xeyirli olsun. Deməli, İradə müəllimə, siz mənə deyin. Deməli, əgər biz uşaqların psixofizioloji xüsusiyyətlərini nəzərə alırıqsa, nəyi tətbiq etmiş oluruq? Necə yanaşmış oluruq uşaqlara? Diferensiallaşma və fərdiləşmə. Diferensiallaşma və fərdiləşmə. Düzdür. Daha sonra xüsusi sim uşaqlar üçün, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan müəssisə hansı müəssisədir? Xüsusi məktəblər. Xüsusi təhsil müəssisəsi. Amma indi yəni elə tətbiq olunub ki, uşaqlar, o sim uşaqlar məktəbdə də eyni tipik uşaqlarla bərabər təhsil ala bilərlər. Hansı təhsil vasitəsilə? Hansı təhsil sayəsində? Bilirsiniz necədir? Yəni xüsusi bəzən olur ki, uşaqlar üçün eyni müəssisədə, amma fərqli metodlarla, bəzən də olur ki, elə uşaqlar eyni bağçada tipik uşaqlar eyni proqramla gedirlər. Onu bildim, onu anladım. Mən sizi anladım. Bax, indi deyirəm ki, bax, o şəraiti yaradan uşaqlar üçün hansı təhsildir, hansı təhsil sayəsində uşaqlar tipik uşaqlarla bir yerdə təhsil alır. Ay sağ olun. Düzdür. İnklüziv təhsilin tərifi nədir, deyə bilərsiniz? Bəli, təhsil uşaqlar üçün, hamısı üçün əlçatan olmalıdır. Yazın çat bölməsinə baxıram. Bu arada maşallah. Çox fəalsınız həqiqətən. Deməli, bütün uşaqlar üçün təhsilin əlçatan olması nədən asılı olmadan, yəni nəyə baxmayaraq yenə də bütün uşaqlar bircə təhsil alır? Heç bir məhdudiyyanə baxmayaraq, inklüziv təhsil uşaqların əlçatan olmalıdır, eyni olmalıdır hamı üçün. Yəni potensialından, sağlamlıq imkanından, maddiyyatından asılı olmadan. Ay, sağ olun. Düzdür. İnklüziv təhsil əslində uşaqlar üçün bərabər imkanlar yaradıb, eyni zamanda diferensiallığı nəzərə almaqdır. Yəni mən bütün uşaqlara eyni təlim şəraiti yaradıram, eyni təlim şəraiti təşkil edirəm, amma eyni zamanda da diferensiallığı nəzərə alıram. Düzdür? Çünki sim uşağı, misal üçün elə sim uşağı var ki, yeriyə bilmir. Mən elə tapşırıq verməliyəm ki,
Bu uşaq onun öhdəsindən gəlsin, yeriyən uşaq da digər tapşırığın. Yaxşı, və görürsünüz, differensiallığı burada da alır. Differensiallıq çox vacibdir. Yaxşı, daha sonra deməli, məktəbazlıq qrupunda məşğələnin müddəti neçə dəqiqədir? 30 dəqiqə. Qrup sayı, yəni uşaqlar nə qədər olmalıdır bir qrupda? 20 uşaq. 20 uşaq. 1-2 yaşda uşaq, 10 uşaq olmalıdır. Aha, 10 olar, yoxsa 15? Dolayısıyla 15 uşaq. 3-4 yaşda orta qrupda 20 və məktəbazlığa qədər 20 olmalıdır. Düzdür, ay sağ olun. Orta qrupda. Bunu necə sistemləşdirib yadınızda saxlayın müəllimlər? Erkən inkişaf dedikdə 1-3 yaş nəzərdə tuturuq, düzdür? 1-3 yaşda qrup sayı uşaq 15-dir, düzdür? 3-6 yaşda isə 20 uşaqdır. Ay sağ ol. Məşğələnin müddəti də 5-5 artır. Yəni ən minimal sayı yadda saxlayın ki, sonra 5-5 artırmaq asan olsun. Yəni misal üçün siz bilirsiniz ki, birinci kiçik qrup 10 dəqiqədən başlayır. Sonra 5-5 artırmağa nə var ki? Amma birinci kiçik qrupu 5 dəqiqə yadınızda saxlasanız, səhv salsanız, avtomatik o birisilərdə mexaniki olaraq səhv gedir. Yaxşı. Daha sonra bir dənə də siz mənə cavab verin. Bax, uşaqların əyini dəyişdirməkdir. Uşaqların əyini soyundurub geyindirmək, yeməyini vermək. Bu işlər üçün baxır. Ay sağ olun, dayələr baxır. Bəs dayələr də tərbiyəçi müəllim qədər yəni məsuliyyət daşıyır uşaqların təhlükəsizliyinə. Ay sağ olun. Hər cəhətdən müəllimə kömək olmalıdır. Ay sağ olun, mütləq. Məsuliyyət düzdür. Ən böyük məsuliyyət tərbiyəçi müəllimin üzərindədir, amma dayə də mütləq ki, cavabdehdir, yəni uşaqların təhlükəsizliyinə. Yaxşı, çox sağ olun. Sürəyyə müəllimə. Sağ olun müəllimə. Yəni əlimdən gəldiyi qədər çalışıram ki, nə qədər çox olsa o qədər sual cavab edim, amma maşallah olsun. Siz çoxsuz, vaxtımız da azdır. Sağ olun, Allah razı olsun sizdən müəllimə. Sizdən də, hər birinizdən. Sürəyyə müəllimə. Səsiniz gəlmir. Telefonda nəsə problem varsa ki, mikrofonu açmısınız. Hə, müəllimə. Yaxşı. Bənövşə müəllimə. Eşitmirəm müəllimə. Sizin telefonunuzda yəqin nəsə problem var. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyirli olsun. Düzəltsəz, sual cavab edəcəm Sürəyyə müəllimə sizi. Deməli, Bənövşə müəllimə, siz mənə nə haqda məlumat verin? Deməli, siz mənə deyin ki, loqoped nə işə baxır? Loqoped nitqi zəif olan uşaqlara məşğul olanlara deyil. Tərbiyəçi müəllim nə işə baxır? Uşaqların təlim tərbiyəsi ilə məşğul olanlar. Düzdür. Məktəbəqədər təhsilin məzmunu dedikdə xüsusiyyətlərini sadalaya bilərsiniz. Yəni uşağın bir şəxsiyyətə çevrilməsi üçün hansı keyfiyyətlər onda formalaşdırılmalıdır? İlk öncə uşağın sosiallaşmasına, onda ünsiyyəti formalaşdırmaq lazımdır. Düzdür. Fiziki, zehni inkişafına kömək eləmək lazımdır. Onları inkişaf elətdirmək lazımdır. Düzdür. Özünə inamını da artırmaq lazımdır. Bəli, ona bir şəxsiyyət kimi formalaşdırmaq lazımdır. Özünə inam artırmaq. Məsuliyyətli olsun, cavabdeh olsun, iradəli olsun, özünə inamlı olsun, lider ruhlu olsun. Əlbəttə bunlar mütləqdir. Daha sonra öz hüquqlarını bilsin, başqalarının hüquqlarına hörmətlə yanaşsın. Düzdür? Humanist olsun, insansevər. Əlbəttə. Yaxşı, daha sonra deməli, siz mənə deyin. Bax, məktəbəqədər təhsilin vəzifələri sırasında nə verilibdir? Saya bilərsiniz onları. Məktəbəqədər təhsilin vəzifələrindən ən əsas uşaqları məktəb təhsilinə hazırlamaq. Ona qədər ilk pillədə uşaqların özünü həm təhsilin, həm təlimin, həm fiziki cəhətdən onları hazırlamaqdır. Əsas məqsəd budur. Yəni ən əsas, ən başlıca vəzifəsi bütün uşaqlar üçün keyfiyyətli təhsilin təmin edilməsi. Yəni hər bir uşaq keyfiyyətli təhsil almalıdır. Yəni bağçaya gəlirsə biz bunu yola verməli deyilik. Ay sağ olun. Sonra uşaqları şiddətin, travmanın bütün hallarından qorumaq elə ən başlıca hüququ haqqıdır. Dövlətin də ümumiyyətlə vəzifəsidir. Yəni uşaqları bizim də vəzifəmizdir. Müəssisənin də, yəni uşaqlar təhlükəsizliyin hər bir növündən qorumalıyıq. Bu digər. Daha sonra uşaqlarda vətənpərvərliyi formalaşdırmaq vacibdirmi? Bəli, Sizin uşaqlar üçün hansı təhsili təşkil etməliyik? Milli ruhda uşaqları böyütmək lazımdır. Düzdür. Dilinə, daha sonra... Dilindən asılı olmayaraq, bəli. Asılı olmayaraq deyil, ona hörmət etmək, məhəbbət ruhunda tərbiyə. Dininə, müəllimə, məhəbbət ruhunda uşağı tərbiyə etmək, xalqına, dininə, məhəbbət ruhunda tərbiyə etmək, bir də bəli, başqa xalqları... Hörmətlə yanaşmaq lazım. Yaxşı, innovasiya nədir? İnnovasiya yenilikdir. İnteqrasiya nədir? İnteqrasiya inkişaf sahələri arasında əlaqə deməkdir.
Kurikulum nədir? Kurikulum konseptual sənətdir, rəsmi bir sənətdir. Konseptual rəsmi sənətdir, düzdür. Daha sonra deməli, məktəbəqədər təlim nədir? Məktəbəqədər təlim uşaqların elə bir ki, ilk pilləsidir, pillə. Məktəb təhsilə hazırlanan ilk pillədir. Mən bildiyim qədər. Məktəbəqədər təlim? Təlim yəni məşğələdir də. Məşğələdə uşaqlarda nəyi formalaşdırırıq? Nəyi öyrədirik? Bildim. Bəli, uşaqlar elə ki, keçdiklərimiz məşğələləri uşaqlar elə ki, hazırladığım onları elə bir tətbiq eləmək. Sağ ol. Gündəlik həyatda istifadə etmə yollarını öyrətmək. Ən əsas yerlərini qeyd edirəm. PDF-i göndərəcəm, baxarsınız hər biriniz. Çox sağ olun. Çox yaxşı. Siz də sağ olun, müəllim. Daha sonra deməli, Nuray müəllimə. Müəllim, axşamınız xeyirli olsun. Hər vaxtınız xeyirli olsun. Nuray müəllimə, siz mənə deyin, metodist nə işə baxır? Metodist müəllim metodiki rəhbərliyi həyata keçirir. Əsasən də tərbiyəçi müəllim üçün işlərində belə deyək ki, yol göstərir. Ay, sağ olun. Xüsusi təhsil müəssisəsindən... Ali təhsildir bir də. Ay, ali təhsili, əla. Məktəbəqədər təhsil müəssisəsindən xüsusi təhsil müəssisəsinin fərqli cəhəti nədir? Bir də oxşar cəhətini deyin. Hansısı? Deyim müəllimə, xüsusi təhsil müəssisəsində müəllimə əsasən sağlamlıq imkanları məhdud olan uşaqlar orada belə deyək də təhsil alırlar. Artıq onlar üçündür. Amma məktəbəqədər təhsil müəssisəsində isə digər uşaqlar, sağlamlıq cəhətdən məhdudiyyəti olmayan uşaqlar. Aha, yəni əslində hər iki müəssisədə uşaqlar üçün çalışır, düzdür? Uşaqların inkişafı üçün. Sadəcə biri tipik uşaqlar üçün nəzərdə tutulur, bir də sim uşaqlar üçün. Amma əslində baxsaq, bugünkü günü sim uşaqlar da tipik uşaqlarla birlikdə təhsil alır. Hansı təhsil sahəsində? İnteqrasiya. İnteqrasiya. Yox, inklüziya müəllimə. Ay, sağ olun. İnklüziya sayəsində düzdür, digər uşaqlarla birlikdə təhsil alır. Yaxşı. Daha sonra uşaqların qanuni nümayəndələri kimlərdir? Müəllimə, evladlığa götürənlər, valideynlər, sonra qəyyumlar. Aha, bizim hüquqlarımız, vəzifələrimiz sadəcə Azərbaycan dövlət daxilində keçərlidir, yoxsa başqa dövlətlərdə də keçərli hesab edilir? Xeyr, müəllim, sadəcə Azərbaycan. Düzdür. Tədris dilimiz hansı dildir? Azərbaycan dilidir, amma o keçdikdən sonra digər dillərdə də öyrədə bilər. Ay, sağ olun. Sonra da digər dillərdə keçmək olar. Yaxşı, məktəbəqədər təhsilin məqsədi nələrdir? Məqsədi əsasən uşağı şəxsiyyət kimi formalaşdırmaq, cəmiyyətdə sosiallaşma tələbatı. Bu məzmundur. Ünsiyyət tələbatıdır. Mən onlar biraz qarışdırdım. Məqsədi ondan başladım, məzmundan. Yəni o şəxsiyyətlər var, sadalanır. Ondan yuxarıda 3 dənə maddə var. Onları sadalayacaqsınız. Məktəbəqədər təhsil, Azərbaycan Respublikasının fasiləsiz təhsil sistemi olur. Keyfiyyətli məktəbəqədər təhsil keçmək o. Xeyr, o vəzifədir. Əslində o da məqsədlərdən gedir, amma daha çox vəzifə ilə səhv salmayasınız, yadınızda saxlayın. Məqsəddə 3 maddəni vurğulayacaqsınız. Baxın, hansı idi? Biri, məktəbəqədər təhsil sahəsinin prioritet təhsil sahəsi olması, fasiləsiz, fərdin, ailənin, cəmiyyətin tələbləri nəzərə alınması. İndi tərifi biraz ayaqbaşda idi, məsələ odur ki, bilin. Daha sonra ikinci maddəsi uşaqların o inkişaf sahələri var. Daha yaxşı yadınızda saxlayasınız deyə deyirəm. 4 inkişaf sahəsi üzrə uşaqlarda bilik bacarığı formalaşdırmaq orada xüsusi verir ki, məsəl üçün intellektual cəhətdən, uşaqda əmək vərdişlərini formalaşdırmaq, fiziki cəhətdən inkişaf elətdirmək, nitq bacarıqlar və s. inkişaf sahəsini keçəndə görəcəksiniz ki, oradakı keyfiyyətlərin formalaşdırılmasıdır. Üçüncüdəki uşaqlarda vətənpərvərliyi formalaşdırmaq. Bu 3 dənəsidir. Belə əlaqəli yadınızda saxlayın. Tərifi mütləq əzbərləyin o öz yerində, amma səhv salmayasınız deyə deyirəm. Siz sağ olun. Yaxşı, sonra siz mənə deyin, deməli, məktəbəqədər təhsildə dedik 5 əsas yaş qrupu var. Saya bilərsiniz hansı yaş qruplardır? Müddətini də deyin, məşğələ müddətini. Birinci kiçik qrupdur, 1-2 yaşdır, müddəti 10 dəqiqə olur. İkinci kiçik qrup 2-3 yaşdır, 15 dəqiqə olur. Üçüncü orta qrupdur, 3-4 yaşdır, 20 dəqiqə olur. Dördüncü isə 4-5, düz deyirəm müəllimə, 4-5 yaş, 25 dəqiqə olur. Beşincidə müəllimə 5-6 yaşdır, 30 dəqiqə olur. Əla, düzdür, 30 dəqiqə olur. Yaxşı, bəs qarışıq qruplarda necədir? Qarışıq qruplarda isə müəllimə 5 azalır, 1-3 yaşda olur 15 yaşı.
Yaxşı deyirdim də mənim o. Bilmirəm, nə edirsiniz? Bax, qarışıq qrupları yaradanda hansı qrupları qarışdırıb qrup yaradırıq? Hansı qrupları birləşdirmək olar daha doğrusu? Birinci kiçik qrupdan Aha. ikinci kiçik qrupa. Ay, Və son. digər də orta qrupdan böyük qrup. Aha, demək birinci kiçik qrupla ikinci kiçik qrupu birləşdirib yaradırıq. Bir də orta, böyük və məktəb hazırlıq qrupunu. Qrup üzrə deməli neçə uşaq olmalıdır birləşdirəndə? Qrup üzrə müəllimə 5 azalır, olur 15, yox 10 dənə, 1-3 yaşda olur. 3-6-da isə 15 dənə müəllimə 5 azalır. Çox sağ olun. Çox gözəl. Əslində mən də sizdən ayrılmaq istəmirəm, amma elə yorulmuşam. Səhərdən dərslərdəyəm. Deməli 6 dəqiqəmiz var. Sonra deməli Nazlı müəllimə Əli yazılan. Nazlı Əli. Sizlər sağ olun. Nazlı müəllimə. Ola bilər ki, öz adınız deyil, amma necə qeyd etmişsinizsə profildə elə səslənirəm. Aytən müəllimi, Salam müəllim, buyurun. Salam, hər vaxtınız xeyir. Deməli, Nazlı müəllimə, siz mənə nə deyin? Aytəz adım müəllimə. Nədir? Adım Aytəzdir, uşaqların adını. Aha, yaxşı. Olar, yaxşı. Aytəz müəllimə, siz mənə nə haqqda məlumat verin? Bax, deyin ki, məktəbə qədər təhsil hansı yaş həyat edir? Aparıcı fəaliyyət növü hansıdır? Dövlətin tələbi minimumdurmu, maksimumdurmu? Aha, 1-6 yaş. 1-6 yaş dövlət əhatə edir. Əsasən dövlət tələbi minimumdur. Daha çox uşaqlarımıza ümumi hər tərəfli inkişafı, uşağı gələcəkdə bir şəxsiyyət olaraq formalaşdırmağı, yetişdirməyi tələb edir bizdən. Demək minimum tələbdir, amma ki, bacarırsa daha çoxunu yerinə yetirmək. Ay sonra. Bundan az olmaz, amma bundan çoxunu əlbəttə ki, bacarsaq yerinə yetirə bilərik. Yaxşı. Giz qoşuldum, heç nə olmaz. Giz qoşuldunuz, heç nə olmaz. Onsuz da yer yox idi. İndi ara bir boşalır, bir də dolur qrup deməli say, ona görə qoşula bilirsiniz. Yaxşı. Daha sonra siz mənə deyin. Tərbiyəçi müəllim uşaqların sadəcə təlim tərbiyəsi ilə məşğul olur, yoxsa eyni zamanda uşaqların məktəbə hazırlığında reallaşdırır? Eyni zamanda uşaqların məktəbə hazırlıqlarını da reallaşdırır. Ay, sağ olun. Hər tərəfli inkişafı əhatə edir tərbiyəçi müəllim vəzifəsi. Düzdür. Bəs deyə bilərsiniz, uşaqların qəbulu və evə yola salması kimdən asılıdır? Tərbiyəçidən. Ay, sağ olun, tərbiyəçidən. Bəs uşaqları qəbul edərkən onları misal üçün necə körpə uşaqlardırsa, əyni soyundurub geyindirmək kimə məxsusdur? Təbii ki, bu dayə ilə tərbiyəçi ikisi köməkli həll edirlər. Ay, sağ olun. Bax, belə deyək, tərbiyəçi müəllim uşaqlara yeməyi necə yemək lazımdır, qaydasını öyrədir, yoxsa dayə? Bunun məncə şərikli olmalıdır müəllimə. Xeyr, bax, yeməyi necə yemək lazımdır? Təlim verən kimdir? Qaşıqdan, fincandan. Ay, sağ olun. Tərbiyəçi öyrədir. Öyrədən tərəf tərbiyəçidir, dayə öyrətmir. Dayə sadəcə qulluq edir. Təhsil verən kim idi? Tərbiyəçi. Aha, yaxşı. Bəli, əlbəttə. Daha sonra biraz da əlavə suallar verim. Çünki eyni dönməyək, eyni sualın üzərində. Mövzu çoxaldıqca suallar çoxalacaq. Yaxşı. Bax, siz mənə deyin, qida təhlükəsizliyinə kim cavabdehdir? Yəni, yemək bişəndən sonra nümunəni kim götürür məktəbə qədərdən? Qida təhlükəsizliyinə Rəhbərlik gəlib götürərmi ki? Rəhbərlik gəlib götürərmi ki nümunə? Kim olar? Kim? Ay, sağ olun, tibb işçisi. Əla. Uşaqları səhər-səhər qəbul edirik. Bax, uşaqları qəbul edirik. Onların belə deyim, hərarətini yoxlayan, məsələn, dərisinə baxan və s. Baxır, görüm xəstə. Ay, sağ olun. Tibb işçisidir, düzdür, o da onun vəzifəsidir. Ay, sağ olun. Uşaqların başında pit varsa, onu aşkara çıxardan kim olmalıdır? Tibb işçisi. Ay, sağ olun, tibb bacısı. Və valideynə kim məlumat verməlidir? Müəllimə. Tibb bacısı və tərbiyəçi. Ay, sağ olun, tibb işçisi məlumat verməlidir. Xəstəliklə bağlı ümumiyyətlə məlumatları tibb işçisi verir. Əgər ki, tibb işçisi fərqində olmayıbsa, o zaman tərbiyəçi tibb işçisinə deyir, o da məlumat verir valideynə. Yaxşı, daha sonra biz uşaqlara diaqnoz qoya bilərik. Belə haqqımız var. Yox. Ay, sağ olun, diaqnoz qoyma. Qətiyyən, diaqnoz qoyma hüququmuz yoxdur. Axı biz, misal üçün, defektoloq, psixoloq, loqoped deyilik. Yaxşı, daha sonra, deməli, məktəbə qədər təhsildə sim uşaqlar üçün sadəcə ümumi plan əsasında onları inkişaf elətdirir, yoxsa fərdi plan da olmalıdır? Fərdi planda olmalıdır müəlliməm. Diferensiallıq prinsipinə əsaslanaraq hər uşaqla fərdi məşğul olmalıdır. Ay, sağ olun, fərdi o başqa, biri var ki, misal, diferensiallığı o baxımdan nəzərə almaq. Bir də var ki, misal üçün, əgər uşaqda nitq ləngiməsi varsa, loqoped ona fərdi iş planı çıxardır. Yəni, müəllim bilsin necə yanaşmaq lazımdır, ondan bəhs edirəm. Çox sağ olun, çox gözəl. Daha sonra, deməli... Sağ olun, müəllimə, çox sağ olun. Sonra baxaq görək. Kim var? Adlarınızı da
Aytən müəllimə Məmmədova. Gəlin mənim axşamınız xeyir. Hər vaxt